ürək sevmə amandı. İndi sevgi yoxdur, yalandı. Nə Məcnun, nə Leyli var ki sevəsən. O sevgi nağılda olandı. Kədər çəkmisən, əzablarla bürünmüsən sən. Heyif dərdi hədər çəkmisən. Sevmə ürək sevmə amandı. İndi sevgi yoxdur, yalandı. Nə Məcnun, nə Leyli var ki sevəsən. O sevgi nağılda olandı. Sevmə ürək sevmə amandı. Sevgi yoxdur, yalandı. Nə Məcnun, nə Leyli var ki sevəsən. O sevgi nağılda olandı. Sevmə ürək sevmə amandı. İndi sevgi yoxdur, yalandı. Nə Məcnun, nə Leyli var ki sevəsən. O sevgi nağılda olandı. Təşəkkürümüzü bildiririk. Nə qədər də sevmə desək, bu sevəcək də bu qəlbimiz. Məzrə xanım Musayevanın gözəl ifası ilə günümüz gözəl başladı, həftəmiz gözəl başladı. Deyirik sevmə, amma sevməsən də olmur da. Hər zaman kimi parıldayırsınız. Həyat yaşamaq üçün sevmək, sevilmək lazımdır. Hər zaman kimi gözəlsiniz Məzrə xanım. Xoş gəlmişsiniz. Sağ olun. Yeni həftəniz, yeni gününüz uğurlu olsun. Sağ olun, sizinlə bahəm, qonaqlarınızla bahəm. Əlbəttə, elə sevgi ilə bağlı oxuduq. Günümüz sevgi dolu keçsin, dəyərli izləyəcəyimiz. Nə qədər də desək ki, sevmə, amandır, amma yenə də həyat bu sevgi üzərinə qırılıb. İzləyicilərimizi salamlaşım, daha sonra səbirsizləndiyim qonaqlarımı təqdim etməyə çalışacağım ki, dəyərli izləyəcəyimiz, hər birinizin yeni iş həftəsi uğurlu olsun. Xoş gördük sizi. Hər zaman olduğu kimi saatlarımız 10:00 göstərirsə, bu deməkdir ki, MC Azərbaycan televiziya kanalı ekranlarında məhz elə səhərlərin ən informativ və ən maarifləndirici layihəsi olan Xoş Sabah, mən Gülnar Səhliyarın təqdimatında bugün də sizlərin qarşısındayıq. Sənətçi dostumuz, dəyərli, istedadlı və eyni zamanda illərin dəyərli. Mən hər zaman deyəndə ki, biz uşaqlıqda Mənzurə xanıma qulaq asırıq, körpəliyimizə. Deyirəm, Mənzurə xanımın yaşını artırmayaq da, xahiş edirəm. Yaşınız çox gəncsiniz, amma biz sizi ta körpəlikdən sevərək dinləyirik, sevərək izləyirik. Mən həmişə deyirəm, demirəm, heç cavanam, yəni ki, orta yaşdayam. Amma ki, müğənni var 40 yaşında populyar olur, müğənni var 15 yaşında populyar olur. Yəni mən 15 yaşında populyar olanlardanam. Vallahi indi nə bilim, hamı göz qabağımdadır da. Allaha şükür, mən həyatımdan razıyam, taleyimdən razıyam. Biz də sizdən çox razıyıq. Allah mənə hər şey verib. Bəli. Bugün əslində bir çox mövzulardan danışacağıq. Əhatəli Mənzurə xanımı tanımaq istədiyimiz istiqamətdən həm tanıdacağıq, həm özümüzə tanımağa, kəşf etməyə çalışacağıq ki, dəyərli qonaqlarımıza qeyd etmək istəyirəm ki, artıq günlərdən anonslardan görünüz, peşəkar mütəxəssislərimiz var ki, klinik psixoloq dəyərli dostumuz Gülana xanım. Allah vericəyə və xoş gəlmişsiniz. Sabahınız xeyir, gününüz uğurlu olsun. Və fizika müəllimi, təhsil sahəsində praktik mütəxəssis Nərmin xanım Təhmözova. Xoş gəlmişsiniz. Salamlayıram hər kəsə. Lazımdır bizə. Elə hamımız lazımdır. Xoş gəlmişsiniz xanımlar. Salamlayıram sizi. Necəsiz Nərmin xanım? Yaxşıyam, çox sağ olun. Siz necəsiz? Təşəkkürlər. Adətən deyirlər ki, fizika sahəsi dəqiq elmlərdəndir və daha çox bəylərin peşəkar olduğu sahələrdəndir. Ən çox fizika müəllimləri bəylərdir. Eynən. Siz xanım olaraq bir o qədər də zərif bir xanım olaraq o zərif çiyinlərində çox böyük bir məsuliyyət daşıyırsınız həqiqətən də. İstəyəcəm siz də bir tələbələrinizi salamlayasınız ilk olaraq. Buradan mənim bir çox tələbələrim məni izləyir hal-hazırda. Şagirdlərim izləyir, abituriyentlərim izləyir. Onların hər birisini salamlayıram. Hər kəsi salamlayıram. Bizi izləyən digər izləyiciləri də salamlayıram. Sabahları xoş olsun, uğurlu olsun. Bugün əslində bir çox mövzulardan danışacağıq ki, daha dəqiq desək, uşaqların psixomotor inkişafından və onların təhsilə, fənlərə olan marağından danışacağıq ki, hər zaman uşaqlarla bağlı danışdığımız zaman Gülanə xanım bizim ağlımızda olan əsas simalardandır ki, psixoloji mövzular ümumiyyətlə çox həssas mövzudur və hansı sahədə çalışmağımızdan asılı olaraq uşaq tərbiyə eləmək
mən düşünürəm dünyanın ən çətin vəzifələrindən, ən çətin öhdəliklərindəndir. Hələ bu indi axı abituriyentlər 2 dəfə imtahan verirlər. İmtahan ərəfəsi, yeniyetmələrin, istəyəcəm bax siz də ümumi olaraq bir valideynlərə bir çağırış eləyəsiniz bugünkü efirimizə izləməklə bağlı. İlk öncə dəvətinizə görə təşəkkür edirəm. İkinci növbədə bugün bizim mövzumuz autizm spektr pozuntusundan biz indi başlayacağıq. Amma ümumilikdə bəli, stres faktoru zəmanəmizdə zaten yetəri qədər var. Amma artıq bunun üçün mütəxəssislər var. İmtahan qabağı mən məsləhət görərdim ki, mütləq şəkildə abituriyentlər psixoloji dəstək alsınlar, daha rahat atlatsınlar. Çünki imtahanın adı stresdir. İmtahan varsa orada istər-istəməz uşaqlarda psixi problemlər ola bilər. Bu imtahan. Bəli. İstər canlı imtahan, istər yazılı imtahan. Adı stresdir zaten. İmtahan sözü deyilən kimi avtomatik hamımızda bir stres gəlir istərsiniz. Bir iclaslı bir də imtahandır. Bəli. Bir iclaslı bir imtahandır. O söz deyiləndə hamımız belə. Stres var. Stres var o sözlərdə həqiqətən də. Əslində uşaqlarla bağlı danışmışkən suallarım çox olacaq. İzləyicilərimin də sualları artıq yavaş-yavaş gəlməyə başlayır. Bizim proqramımızın daimi izləyiciləri bilirlər ki, verilişimizin ayrılmaz hissəsi var. O da məsələ mətbəx bölməsi. Ora keçənə qədər soruşmaq istəyirəm qonaqlarımdan. Hər biri sayəsində peşəkar və iş xanımlarıdır. Elə Mənzurə xanım, istəyəcəm sizdən başlayın. Ümumiyyətlə bu illər ərzində səhnədə mükəmməlsiniz. Səsiniz də mükəmməldir, özünüz də mükəmməl. Bəs mətbəxdəki bacarıqlarınız necədir? Zaman ayıra bilirsiniz? Mətbəxdə, yəni istəsən pis deyil, amma gərək istəyəsən də. Zaman ayıra bilirsiniz. Yəni, amma ki, mamam var da evdə hələ. Allah sağlam var eləsin. Mamama görə həm mən heç evdə tapılmıram. Ay, sağ olun. İkincidə mamam pişirən də qalır orada, yeyən olmur. Yəni biz sizə MTV olaraq qonaq gəlsək, amma yəni istəsəm ki, bugün mənim sevimli bir qonağım gəlib, yəni ona yeməyi ləzzətli hazırlayıram. Sizin hazırladığınız təamlardan... Əlimin dadı da var, yəni. Nə şübhə, nə şübhə. Bax, o deyir, çolpa çığırtmasını qəşəng pişirirəm, yəni xüsusi pişirirəm. Mənim anam yaxşı yemək pişirəndir, amma ki, mən çolpanı pişirəndə onun xoşuna gəlir də. Daha çox hansı yeməyinizi bəyənirlər? Deyirəm elə çolpa. Elə çolpa çığırtması. Onda biz də MTV olaraq gedəndə Mənzurə xanımın evinə. O şey, dəllallıq eləyərdi. O məktəb Rüstəm bəyin sözü olmasın. Ailəli olanda yeməyi çox pişirirdim. Yəni, özdə bir yemək pişirmirdim. Yəni, bir neçə yemək pişirirdim. O deyirləri, pervi, ftaroy belə. Ana yemək. Yəni, hətta 4-cü yeməyə qədər pirojna pişirirdim. Biz o Tello Folklor Ansamblında uşaq vaxtı oxuyanda biz xaricə qastrola getmişdik. Belə deyək də, Rumıniya, Almaniya. Orada biz indi qonaq bizi qarşılayırdılar. Həmişə axırda balaca şirniyyat həriyə də belə bir qısok şirniyyat verirdilər. Həmişə o şirniyyatı xüsusi gözləyirdim. Təsəvvür elə gələ ki 10 gün oradayıq. O yeməklər qalırdı bir gün, amma o şirniyyatı gözləyirdim ki axırda versinlər. İndi uşaq ağlı ya indi gənclik ağlı da deyirdim ki mən də indi ailə quranda belə eləyərəm, məsələn yoldaşıma belə pişirərəm. Mən də ailə qurdum. Yəni yemək pişirirdim, elirdim. Axırda da belə bir də şirniyyat pişirir. O şirniyyatlardan öz yoldaşınıza hazırlayırsınız. Sonra gördüm mənə belə, bunun deyir astarı üzündən bahamışa gəlir. Nə evə lazımdır ki, lazım olanda, yox, heç kökəlməyi demir. Lazım olanda deyir mağazadan alırıq da. Ya o bilsən nə deyirəm, mən ona sevgi qoyuram, mən ona pişirirəm, ortalığa çıxardıram. Onu yeyib deməlisən ki, çox sağ ol, nə qəşəng pişirdi, nə. Amma deyəndə ki, nə zəhmət çəkirsən, mağazadan al, gətirərdin, nə. Adam onda deyir ki, əşili bir yemək pişir. Bəsidir də, yer yesin, yemir də, özü bilər. Dəyərdən çox şey asıldı. Yəni insana, yəni mən həm məktəb oxuyurdum, ailə quranda, həm məsələn toylara gedirdim, həm belə ailəm qarışırdı bir-birinə. O arada hələ 4 cürdə yemək. Bəli, mən hər bir şey eləyirdim, amma mənə elə gəlir ki, eləməyəndə dəyərli olursan.
Zaman keçir, yaşın üstünə yaş gəlir. Elə bil mən də o nəticəyə gəlirəm. İndi bilmirəm, bəlkə də yanlış örnəkdir, bilmirəm, amma reallıq budur ki, həqiqətən də insan motivasiyası düşəndə əli qolu soyur hər şeydən. Bunu dəyərli Gülanə xanım daha gözəl bilər. Psixoloji tərəfdən necə dəyərləndirmək lazımdır, amma öz şəxsi həyatınızda necə? Bəs zaman tapa bilirsiniz mətbəxə siz? Vallahi yalan demiş olarım, xeyr. Yəni elə də çox mən vaxt tapa bilmirəm. Sağ olsun evdə kömək eləyirlər. O da var. Bəli, və elə bir say seçmə qonaq hamısı arıq-arıq gəlib bu gün qonaqlar. Bayaq dediyiniz mövzuya da mən belə deyərdim. Bizim qarşımızdakı insandan asılıdır, mən elə gəlir. Düzdür? Yəni yetəri mən mətbəxə girəndə kiçik bir şey də hazırlasam, onu çox böyük dəyərləndirirlər. Əslində. Ona görə tez-tez girmək istəyirsiniz. Hə, vaxt tapanda hardasa, amma dəyərləndirirlər. Əla. Elə ən gözəl dəyərləndirmə elə qarşındakı insanın dəyəridir. Əslində motivasiyadan danışmışkən, mənim şəxsi təcrübəmdən bağlı bir motivasiyamı bölüşüm. Deməli, mən uşaqlıqdan həkim olmaq istəyirdim, körpəlikdən. Çünki özüm həkim ailəsində, tibb işlərinin ailəsində böyümüşəm, dörd tərəfimdə, istəyirdim həkim olum, ta ki, fizika, kimya dərsindən tanış olana qədər. Sağ olsun bizim müəllimimizin burada rolu o qədər böyükdür həqiqətən. Düzdür, bizim müəllimlərimiz çox gözəl idi. Mən özüm 138 saylı tam orta məktəb Xətai rayonunda təhsil almışam. Müəllimlərimiz çox gözəldir. Amma sanki o fizika, kimya müəllimimizlə bizim aramızda o qığılcım yarana bilmədi. O motivasiya məndə belə deyim sizə ötürə bilmə, elektrik ala bilmədik deyə bir-birimizdən. Ona görə mənim həkimlik xəyalım düşdü puça. Mən düzdür, həkim dostlarım kifayət qədər çoxdur, amma yenə də yəni özüm tibb sahəsində istiqamətləndirmək həvəsim getdi artıq məndən. Ona görə bu motivasiyanı danışmışkən uşaqların motivasiyasını necə belə toparlayırsınız? Uşaqlarla motivasiya, təbii ki, bu motivasiya zaman-zaman düşür. Çünki çox çalışırlar. Bəzən deyirlər ki, müəllimə biz yorulmuşuq artıq, həvəsdən düşmüşük, test işləmək istəmirik. Oturuq, söhbət edirik, danışırıq. Deyirəm ki, uşaqlar az qalıb, zaman çox qısa qalıb. Baxın, nəticə çıxan günü fikirləşin. Onları bu formada motivasiya və yaxud da ki, şəxsi də onlarla danışıram. Kim olur olsun, şagirdlərimdən hansı olur olsun, deyirəm ki, nəsə özümü bir motivasiyasız hiss eləyəndə mənə zəng elə, mən səndən danışacağam. Danışıram, deyirlər ki, müəllimə, həqiqətən özümü hal-hazırda çox yaxşı hiss elədim sizlə danışandan sonra. Uşaqlara motivasiya çox vacibdir. Harada var belə müəllim? Mənim belə bir gözəl müəllimim olardı, mən indiyə rekord fizika üzrə elmlər doktoru olardım indiyə. Həqiqətən mən düşünürəm ki, o enerji və o xarici görünüş də çox önəmlidir. İndi bilmirəm, bəlkə də mən sürətpərəstəm, bilmirəm niyəsə, amma mən belə müəllimim olsaydı. Görünüşə çox önəm verirəm, birinci görünüşə baxıram. Mən də bilmirəm, bəlkə düzgün deyil. Əslində deyirlər ki, kainatımız fizikadan ibarətdir. Qalaktikamız, dünyamız fizikadan ibarət, təbiət fizikadan. Bunu bir açıqlayaq, zəhmət olmasa, daha sonra mən keçid eləyəcəm mətbəxə. Fizika bizi ümumiyyətlə təbiəti öyrədir, təbiəti dərk etməyimizə kömək eləyir. Gördüyünüz bir çox demək olar ki, hadisələr, proseslər, qanunlar, hər birisi fizika vasitəsilə açıqlanır. Fizika izah eləyir bunları. Çox dərin bir elmdir. Mən dərsi izah eləyəndə yalnız testdə nə var, qaydada nə var, onları izah etmirəm. Siz mənim səhifəmə baxanda da görmüsünüz ki, mən çalışıram ki, ancaq təbiətdən nümunədən çəkim, təbiətdən nümunələri gətirim ki, uşaq anlasın ki, mən bunu niyə öyrənirəm. Bir düsturu öyrədirəm, bir cihazı öyrədirəm, onun videosunu da göstərirəm, təbiətdə filan yerdə istifadə olunur, bunu da deyirəm və sər və axır ümumiyyətlə təbiətlə çox bağlıdır. Təbiəti anlamağımıza, dərk etməyimizə imkan verir, qanun uyğunluqlarını öyrənir kainatın bu formada. Əslində Yaponiyada bütün fənlər, eyni zamanda fizika fənni belə qısa və praktik yolla izah olunur və insanlara, tələbələrə, şagirdlərə daha əlçatan, daha mənimsəməsi, qavraması daha rahat formada izah edirlər müəllimlər. Mən düşünürəm ki, elə ən düzgünü də budur. Çünki məsələn, yadıma gələrdə fizika dərsində bizim müəllimlərimiz deyirdilər ki, nə idi o? Yadımdan da çıxdı. Düsturlar da yadımdan çıxdı. Xülasə, düsturlar var ya, oxuda nə qədər düsturlar vardı. Deyirdilər ki, onları yaz, əzbərlə. Biz bunu qavramazsam, mən riyaziyyatdan mükəmməl bilirdim həqiqətən. Riyaziyyatdan mükəmməl, çünki Nərmin müəllimənin öpür əməllərindən, gözlərindən. Müəlliməmiz həqiqətən də çox mükəmməl idi. Hətta mən özüm riyaziyyatda repetitorluq da eləmişəm 4 illərini, görün nə qədər sevmişəm. Riyaziyyatı çox sevdiyim təqdirdə fizikanı o deyildi də. Çünki fizikanı mənə izah eləyən olmurdu. Yəni, dediyiniz kimi izah eləmək, açmaq. Çünki uşaqlara İstənilən halda, istər uşaq olsun, istər böyük olsun, nəyisə məcbur eləmək məncə düzgün deyil. Məzrur xanım, orta məktəb necə oxumusunuz? 0. Bəs ən sevdiyiniz fən hansı olub?
Nisbətən. Azərbaycan dili ədəbiyyat. Yəni orada şeirlər var idi. Mən muğam oxuyurdum o vaxtlar mən. Humanitar fənlər. Ay sağ ol. Niyə sıfır? Öz həvəsinizmi olmayıb, yoxsa şərait mi olmayıb? Bilirsən, mən uşaqlıqdan elə musiqi tərəfə yönəldiblər deyə. Həm də səsim olub. Məktəbdə də yəni bütün o tədbirlər yox idi. Mən heç qoyurdular ki, dərs oxumağa. O tədbirdə gəl oxu, bu tədbirdə gəl oxu. Oradan çıx qarmon sinifinə gedirdim. Oradan çıxıb qarmon sinifinə, oradan çıxıb gedirdim öz fəaliyyətə, məşqə gedirdim. İnarsız bir uşaqlıq yaşamadım da mən. Bilmədim ki, uşaqlığım hardan keçdi. Gözüm ifa elədim, səhnədə oldum hə. Hə, bir də gördüm ki, mənə toya çağırırlar. Ay, mən toyu gəlib nə oxuyacam, necəm? Yəni ki, mən o günlər bir şou proqramdayam. Görürəm ki, o siz demişkən Cəbir müəllimimiz oradadır. Gəlib çıxır səhnəyə, deyir ki, bəs buradan Mehpari müəllimə salamlayıram. Məsələn, mən Mehpari müəllimim görün neçə illər gəldik, qucaqlaşdıq, öpüşdük, dedim, ay Mehpari müəllimə, sən həmişə mənə sağ ol da, həmişə oxutdurub Cəbirdə, oxutdurub mənə qiymət yazırdın. Yəni, deyir, görürdüm ki, sənin də fikrin bu yandadır da, yəni sən başqa deyir, indi elə səni görürük, sevinirik ki, bizim tələbəmizsən. Sizlə, əlbəttə. Mən deyim də, mən ancaq şeir öyrənirdim. Humanitar fənlərə beyin olmuş. Başqa? Sizinlə heç marağım olmayıb. Məndə də əksinə olub. Məndə həmişə dəqiq elmlərə maraq olub. İndi təbii ki, insanın xaramı, Mənzurə xanım doğuşdan istedadlıdır. Məsələn, biz nə qədər də indidən sonra çalışsa da bizdə o səs mümkün deyil. O fitri istedaddır və o insanın, belə deyək də, parıldaması. Hətta anam deyir ki, sən uşaq vaxtı, o vaxt plastinkalar olurdu. Deyir, mən səni sakitləşdirə bilmirdim. Bir dənə onu qoşurdum, gedirdim, işimi görürdüm. Sən deyir, musiqi ilə, yəni qulaq asırdın, sakitləşirdin də. Xarakteri, istedadı olmuş. Özü deyir, o qədər ağlağan olmuşsan, deyir da səni ancaq bir dənə onunla səni sakitləşdirirdim. Musiqini qoşurdum. Gedirdim, bir işimi görürdüm. İndi məsələ burasındadır ki, həyatda hər bir şey sadədən mürəkkəbə doğru gedir. Eyni zamanda uşaqlıqdan valideynlərimizin üzərinə düşən müəyyən bəzi məqamlar var ki, uşaqlarımızla bağlı bizim dəyərli psixoloqumuz, klinik psixoloq Gülana xanım bizim hər birimizi maarifləndirici odur ki, dəyərli valideynlər ekranlara bir neçə adım daha yaxın əyləşin və qeyd edim ki, Xoş Sabah layihəsinin ayrılmaz bir hissəsi olan verilişimizin daimi izləyiciləri çox gözəl bilər ki, bizim mini mətbəx bölməmiz var və mini mətbəx bölməmizdə bizim dəyərli kulinarımız Sevinç xanım Həsənova var. Xoş gəlmisiniz Sevinç xanım. Xoş gününüz olsun. Sabahınız xeyir. Sabahınız xeyir. Gününüz uğurlu olsun. Çox sağ olun. Necəsiz? Çox sağ olun. Yaxşısınız. Necəsiz? Yaxşı, çox sağ olun. Sizi gördük, enerjinizi gördük, daha da yaxşı olduq, daha da gözəl olduq. İstəyəcəm özünüzlə bağlı, fəaliyyətinizlə bağlı əhatəli həm bizi, həm izləyəcəyimizi maarifləndirəsiniz, məlumatlandırasınız. Mən 2020-ci ildən şirniyyatçı kimi fəaliyyət göstərirəm. Necə başladım bu işə? Əvvəlcədən mən elə bil ki, evdə ailə üzvlərim üçün, rəfiqələrim üçün evdə sadəcə tortlar edirdim, şirniyyatlar edirdim, desertlər. Belə-belə yavaş-yavaş gördüm ki, hər kəs bəyənir, dizayn quruluşu da, dadını da çox bəyənirlər və gördüm ki, məni çox dəstəkləyirlər. Gördüm ki, doğrudan da bəyənilir. Dedilər ki, niyə də yox, başla işləməyə, fəaliyyət göstərməyə şirniyyatçı kimi. Burada sizin bir çox sertifikatlarınızı görürəm. Bəli, bəli. Mən elə bil ki, keçən illərim oxudum, diplom da aldım və sertifikat da bitirmişəm keçən il. Əla. Sizin ikili adınız var, yoxsa mən elə görmüş? Bəli, sənət də başqadır. Aha, aydındır. Çox maraqlı əslində, çox maraqlıdır və çox gözəl bir haldır ki, siz özünüzü bu sayədə həvəskar kimi yox, peşəkarcasına formalaşdırmışsınız və bunun bu cür olması, özlərinizdə bu cür çalışmanız mükəmməl bir məqamdır. Bəs orta təhsiliniz vaxtı necə idi? Hansı fənlə daha çox marağınız, istəyiniz var idi? Düzü, ən çox marağım var idi informatikaya. İnformatika və? Bəli, informatika çox marağım var idi və rissovaniya, bilmirəm, Azərbaycan. Rəsm. Bəli, rəsmə çox marağım var idi və uşaq vaxtı, hardasa orta məktəbdə oxuyanda elə bil ki, rəsmlər çox çəkirdim. 6-cı, 7-ci sinifdə. Sonra yavaş-yavaş marağım, düzü deyim ki, bir o qədər olmadı. Amma deyim ki, mən elə bil ki, uşaqlıqdan, yəni nə bilim, çoxdan da bu işlə məşğulam və marağım var idi, xeyr. Hardasa məndə bir 5-6 ildir də belə maraq oyandı. 5 ildir ki, yəni tam desertlərlə, tortlarla məşğulam. Amma 2018-ci ildən 2020-ci ilə kimi mən
şokoladlı banan edirdim, şokoladlı çiyələk, yəqin Onu bilirsiniz yemirdiniz də. onu bəs, o şokolad çayəli, şokolada bananı yemirdiniz deyəsən. Necə belə arıq qalmısınız bu qədər? Mən bir gün mətbəxdə nəsə hazırlayım, sabahsı gün artıq 2 kilo kökəlmiş oluram. Necə bu qədər şirniyyatların içində belə arıq qalırsınız? Düzü deyim ki, mən şirniyyat bir o qədər sevmirəm. Mən şirniyyat yeyən deyiləm. Bəs necə bu qədər gözəl hazırlayırsınız? Yəqin sevgim var da, sadəcə bu sənətə qarşı. Bu işə- Hazırlanmağı sevirsiniz, Bəli. yeməyi sevmirsiniz. Bəli, yeməyə bir o qədər yox, amma sevirəm. O təbii ki. Deyirəm, Təbii ki, dadına baxıram. Hamısı qonaqlarımız arıq, incə qızlar hamısı maşallah. Ümumiyyətlə, bəzən deyirlər axı ki, şirniyyata maraq, ümumiyyətlə mətbəxə maraq adətən uşaqlıq dövründən başlayır da, analarımızda görürük və yaxud da mətbəxdə nənəmiz hazırlayanda, anamız hazırlayanda daha çox marağımız olur. Və sizdə necə oldu? Yəni, uşaqlıqdan mı maraq yarandı sonra, yoxsa yaşınız artdıqdan sonra bunu biznes kimi mi açmaq qərarına gəldiniz? Xeyr, dediyim kimi evdə sadəcə bir hobbi kimi yanaşırdım. Ailə üzvlərim üçün, rəfiqələrim üçün, onlar üçün hazırlayırdım və gördüm ki, doğrudan da bəyənirlər, dəstəkləyirlər məni. Dedilər ki, çalış ki, bu üzrə çalış, işlə. Niyə də yox, artır işini. Gördüm ki, doğrudan da bəyənilir, niyə də yox. Başladım çalışmağa, işləməyə. Ən çox da sevgi kimi yanaşıram. Yəni sevdiyim bir iş kimi, sənət kimi belə deyim. Bu sahədə təlim almağınız haqqında da sizcə məlumat verərsiniz. Necə oldu ki, ixtisasllaşma qərarına gəldiniz və 2024-cü ildə səhv eləmirəmsə ixtisasllaşmısınız? Bəli, 2024. Yəni necə oldu ki, məsələn, 5 ildən sonra bunun təhsilini almaq qərarına gəldiniz, ixtisasllaşmaq qərarına gəldiniz? Yəni evdənmi valideynləriniz dedi, yoxsa özünüzmü bu eşqə düşdünüz, bunun təhsilini almaq eşqinə? Bilirsiniz necədir? Hər bir sənətdə insan işləyəndə çalışır ki, böyüyə, işin artıra. Mən də təbii ki, istəyirəm ki, işimi daha çox böyüdəm və çalışıram ki, inşallah gələcəkdə, yaxın zamanlarda istəyirəm ki, şirniyyat evimi açam. Ay, nə gözəl. Ona görə də düşünürəm ki, nə qədər olmasa sertifikatlar, diplomlar mənə lazım olacaq. Çünki müəllim kimi də dərslər də keçmək istəyirəm, master klasslar və ona görə də nə qədər olmasa diplomdur, sertifikat da çox önəmlidir. Mütləq hər sahədə təhsil vacibdir həqiqətən də. Peşə təhsili belə olsa, ali təhsil belə olsa, mütləq şəkildə təhsil önəmlidir. Sosial şəbəkənizdə Instagram üzərindən SG Cake. Bəli. Yəni SG Cake. Sevinç Qasanova, yəni rus dilində Sevinç Qasanova. Okey, öz ad soyadınızı. Bəli, bəli. Səhliyarlı günlər yazın. Şirniyyatlar da eləsin də. Dietik var, olmamış olmaz. Dietik şirniyyatlarınız var? Xeyr, hələ ki yoxdur, amma ki fikrimdə var. O haqqda düşünmüşəm ki, Mütləq dietik düşünün. şirniyyatlarla İlk müştərilərimiz hazır, Məzurə xanımla mən. Bəli. Biz ilk müştəriləriniz artıq hazırdır. Çox Çox xanımlar sevərdim. istəyirlər, yəni dietik Düz, olsun. düz. Mağazin, yəni o şirniyyat evinə girəndə görsünlər, burada yazsınlar bu dietik bölməsidir də, yəni onu deyək də Ay, ona. sağ olun, eynən. O bilsələr də baxar. Sevinç xanım, ümumi olaraq suallarım hələ çoxdur Sevinç xanıma. İstəyəcəm suallarımı səsləndirim. Ümumi olaraq şirniyyatların hazırlanmasında hansı məhsullardan istifadə edirsiniz? Məsəl üçün kremlərə nə istifadə edirəm? Pendirdir, qaymaqdır, 33%-li. Saxırlı pudradır. Yağlarda istifadə olunur. Şəkər tozu pudrası. Bəli. Şokoladlar istifadə olunur. Başqa. Əslində tortlarınızın sosial şəbəkənizdə dünən mən baxdım, hətta bir neçə gün öncəsində də baxmışdım ki, tortların çox maraqlı dizaynları var. Bu dizaynlar özünüzə məxsusdur, yoxsa hansısa bir dizayn səhifələrindən, proqramlardan götürürsünüzmü? Xeyr, müştərilər mənə sifariş edəndə özləri mənə öncədən şəkilləri atırlar və deyirlər ki, məsəl üçün istəyirdik ki, bu dizaynda tort. Mən də onlarla ünsiyyət qurduqca deyirəm ki, məsəl üçün imənin o tort olmasa da, ona oxşar. Bəli, ona oxşar olacaq. Amma çox vaxtı müştərilər elə olur ki, ondan da yaxşı olur. Təbii ki, ondan da yaxşı olur. Müştərilər elə olur ki, deyirlər ki, siz özünüzün zövqünüzə seçin dizaynı, dekoru. Mən də seçirəm və müştərilə də əlaqə saxlayıram. Tortu verənə kimi, yəni təhvil edənə kimi. Və çox şükür ki, bütün müştərilərim razıdır. Bir günə kimi narazı müştərilərim olmuyor. Sizdə necə narazı qalmaq olar? Bir söz soruşun, bir tortun hazırlanmağı nə qədər vaxtınızı alır? Məsələn, istər bu tort olsun, istər digər X bir tortunuz olsun, nə qədər vaxtınızı alır tortun hazırlanması? Bir tort əslində 3 gün niyə? Çünki onun biskvitin hazırlanması var. Sabahsı günü, məsəl üçün, tort uje hazırlananda qoyulur uje, stabilizasiya xolodilnikə qoyulur, soyuducuya. Bəli. Üçüncü gün isə təhvil verilən günü 2-3 saat öncədən, müştəriyə vermədən öncə mən dekorasiyaya keçirəm. Yəni dizaynını. Bəli.
dizaynı keçirəm. 2-3 saat ona vaxt aparır hardasa. Düzdür, dizaynda fərqli-fərqli olur. Var ki 5 saat vaxt aparır, 6 saat vaxt aparır. Yəni fərqli-fərqli olur. Amma çalışdığım qədər ki, çalışıram tez 2-3 saat ərzində tez tortu hazırlayam, dekorasiya edəm və müştəriyə təqdim edəm. Bu sahədəki hədəfiniz bayaq dediniz ki, məkan açmaq istəyirsiniz, sevərək. İnşallah biz də hər zaman yanınızdayıq, dəstəyi əlimizdən gəldiyi qədər təbii ki. Məkanın adını düşünmüsünüz? Düzü deyim ki, hələ ki yox, amma düşünürəm ki, yəqin ki, elə öz adımla bağlı olacaq. Öz adımla bağlı. Sevincli şirniyyat. Bilmirəm, nəsə ola bilər. Düşünürəm ki, ya da ki... Sevinç o deyilir ki, hər şey uyğunlaşır da. Sevincli anlar məsələn. Bilmirəm. Axı şirniyyat yəndə sevinirik, hə? Təbii ki. Əl bacarığınız ümumiyyətlə genetik mi keçir, yoxsa bu sizə məxsus bir məqamdır? Yəni evdə, ailədə, ananızda, nənənizdə varmı ümumiyyətlə əl bacarıqları, xüsusi tort dizaynı və yaxud da şirniyyat hazırlamaq dizaynı? Düzü deyim ki, xeyr, bu mənim ya qohumlarımda, ailə üzvlərimdə yoxdur. Ancaq məndə, yəni ki, genetik deyil. Məndə də yəni ki, bu yarandı hardasa bir 5-6 ildir. Əslində bu şirniyyat işi günümüzdə çox tələb olunan bir işdir. Ona görə bəziləri üçün bu yalnız pul qazancı yeridir, bəziləri üçün bu hobbidir. Yəni influencerlar üçün də, yəni food blogerlər üçün belə deyim. Sizin üçün bəs necədir? Bu hobbidir yoxsa pul qazancı yeridir? Düzü deyim ki, bu mənim sevdiyim iş olduğuna görə ən çox həm hobbi kimi deyərdim, yəni qazancı öncəyə qoymuram. Yəni birinci buna sevgi ilə yanaşıram işimə. Yəni əsas mənim üçün odur ki, mənim müştərilərim məmnun qalsınlar. Mənim üçün o çox önəmlidir. Çox sevgi ilə yanaşıram işimə qarşı. Bugün də bizim qonaqlarımız məmnun qalacaqlar, çünki burada qəşəng bir təam var. Gəlin zəhmət olmasa göstərək bizim bu müəyyən qədər hazırlanmış tortun dizaynını hal-hazırda burada eləyəcək, yoxsa necə? Bəli, bəli, dizayn, dekorasiya olacaq. Dekorasiya burada olacaq. Bəs tərkibi nədən ibarətdir? Köklü biskvitdir, markovnu tort deyirlər rus dilində. Yemisiniz daha öncə? Köklü, yer köklü. Biraz hardasa apelsin dadı da hiss edə bilərsiniz. Portakal dadı da ola bilər. Bəli, portakal. İçində Əmin ki, qonaqlar hamısı səhər-səhər ac qarnına gələ bilər. Efirdən sonra qəşəng dadına baxacağıq. Tərkibində banan var, sveji banan və yeni təzə banan. Bəli, bəli. Və karamel. Əla. Dizaynımız təxminən hansı istiqamətdə olacaq, onu izləyənlərimiz. Bəli, çiyələklər olacaq, qalubika. Qalubika Azərbaycanda necə olur düzü bilmirəm. Sən bilərsən. Neydi, qalubika bilirik biz də bunu. Okey. Redaktorumuz deyəcək az sonra gilə meyvələrdən də olacaq gözəl təamlarımız, çiyələyimiz olacaq. Bu nədir bəs? Onlar porsionu demək olar ki, tortlardır, trifle deyirlər onlara. Bu buna aid deyil, yəni başqadır. Torta aid deyil. Bunlar markovnudur, bunlar şokoladnidir. Bunlar isə gilə meyvəli. Gilə meyvəli. Hə, desertdir. Desertdir. Yəni tort elə bil ki, bir kusoku demək olar ki, buradadır. Bir hissəsi, tortun bir hissəsi. Danışacağıq, gözəl mövzulardan danışacağıq. Bəs sizin orta məktəbdən çox sevdiyiniz fən hansı olub? Belə Nərmin xanımı görmüşkən onu da soruşum sizdən. Orta məktəbdə, yəni dediyim kimi informatikadır, risovaniya. Fizika ilə olmayıb aranız? Təəssüf ki, yox. Fizika ilə arası olmayıb. Olsun, bugün fizika sevdirəcək bizə Nərmin xanım. Mən dəyərli izləyəcəyimiz qeyd edeyim ki, proqramımızın bu yerində məhz elə çayınızı, suyunuzu, qəhvənizi təzələmək üçün çox qısa bir fasiləmizə keçid alacaq ki, fasiləmiz ərzində verilişimizin baş sponsoru olan Ritello ev robotlarla bağlı görüntüləri izləyəcəksiniz. Hər zaman qeyd edirik sağlamlıq təmizlikdən, təmizlik isə evlərinizdən başlayır, evlərimizdən başlayır ki, Ritello haqqında məlumat vermək istəyirəm sizlərə sevərək. Alman mühəndisliyi dəqiqliyə dizayn edilmiş və eyni zamanda beynəlxalq sertifikatlı tibbi məhsul statusu daşıyan, evinizin nəfəs almasını təmin edən İnqilabi robot sistemidir Ritello, güclü sorma texnologiyaları və eyni zamanda yeni nəsil su filtrasiyası hesabına siz də ən dərin kirləri, tozları, eyni zamanda allergenləri, ev heyvanlarınızın tozlarını belə o güclü sorma texnologiyaları vasitəsilə özünə soraraq həmin o suya həbsdir. Artıq siz də göydə uçuşan tozcuqları görməyəcəksiniz. Düzünə qalsa mən bir real etiraf edeyim ki, bu Ritello məhsullarla tanış olana qədər düşünürdüm ki, adi yəqin ev tozduranlarıdır, ev təmizlik robotlarıdır ki, həqiqətən də bu adi sıravi və dırnaq arası yanaşacağımız bir ev təmizlik robotu deyil heç də. Çox gözəl bir məhsuldur və bu möcüzəvi məhsulla tanış olmaq üçün mütləq zəng eləyərək peşəkar komandamızı evlərinizə dəvət edə bilərsiniz və Ritello robotunu sizə canlı nümayiş etdirəcək bizim dəyərli kollektivimiz 055 299 8000 nömrəsinə əlaqə saxlayıb müraciətlərinizi eləyə bilərsiniz. Mütləq bu nüansı qeyd edelim ki, satış şöbələrimiz tək paytaxtda deyil, eyni zamanda ölkə üzrə bütün bölgələrimizdə satışlarımız mövcuddur. Bir zəng qədər sizə yaxınıq. Eyni zamanda qeyd edeyim ki, bizim sosial şəbəkə ünvanımız da sizlər üçün aktivdir. Əlaqə nömrəmiz və sosial şəbəkə adresimiz vasitəsilə müraciətlərinizi eləyib əlaqə
yadda saxlayıb rahatlıqla bizim məhsullarımızla şəxsən və təmənnasız tanış ola bilərsiniz. Tanış olduqdan sonra özünüz artıq bu məhsul almağa səbirsizlənəcəksiniz. Ritello evinizin bənzərsiz bir sağ əli hesabı olunacaq. Fasiləmizdən daha sonra qaldığımız yerdən davam edəcək. Sonra qaldığımız yerdən davam edirik, dəyərli izləyəcəksiniz. Biz də elə sizə verdiyimiz həmin tövsiyəni, hansı ki çayınız, suyunuz təzəliyin, ekranlara yaxın əyləşin dedik. Biz də burada çayımız, suyumuz təzələdik və Sevinç xanımın hazırladığı o gözəl desertlərin dadına baxdıq. Hər birimiz çox gözəl idi. Əliniz qolunuz var olsun Sevinç xanım və sabahdan diyeta... Sabahdan pəhrizə başlayacağıq. Bugün Sevinç xanımın mükəmməl işlərinin qarşısında hərimiz belə əriyib baxdıq. Siz də göz haqqınıza halal eləyin. Əgər kimsə istəyirsə bu möhtəşəm təamların dadına baxmaq, saat 12-yə qədər durun MTV-yə gəlin. Tam səmimi deyirəm. Və yaxud da Sevinç xanıma da müraciətlərinizi edib, sifarişlərinizi eləyə bilərsiniz dəyərli izləyəcəyimiz. Təəssüratlar necə şirniyyatla bağlı? Enerjimiz yerinə gəldisə artıq yavaş-yavaş. Mən sonra xanım bəyəndə 7 qutu. Bunlar bax, yesəydilər belə olmazdılar. Görsən mən yeyirəm deyə. Bunlar 2 qaşıq yeyiblər. Mən bütöv yemişəm desert. Sevinç xanım, çox sağ olun. Çox tatlı idi. Əslində bu desertləri xoşlayıram. Amma nədir, oturubi nə deyirlər? Oturubi ilə xoşlayıram. İndi gələn dəfə nəzərə alarsa da mən burada olanda kökəlməyim. Mütləq daha diyetlik, daha yüngül desertlər hazırlayacaq. Bizim dəyərli Sevinç xanımın yenilənən resepti olacaq yaxın günlərdə. Mən əslində istəyəcəm mövzumuzla bağlı. Bax, valideynlərimiz bizə zənglər eləyir. Redaktorumuz deyir ki, hətta regionlardan belə suallar olan izləyəcəyimiz var. Psixoloji problemlərlə bağlı, uşaqlarımızla bağlı. Güldana xanım, istəyəcəm sizdən soruşum. Günümüzdə çox tez-tez eşitdiyimiz bir xəstəlik mi deyim, bir fərqindəlik, bir problem mi deyim buna? Siz daha gözəl bunu şərh eləyəcəksiniz. Söhbət autizmdən gedir. Autizmin istəyəcəm maksimum sadə dildə izah eləyəsiniz ki, nədir və nə ilə fərqlənir? Həm psixoloji, həm neuroloji spektrdən autizmin yerini necə izah eləyərdiniz? Ümumiyyətlə, hal-hazırda təkcə bizim səhiyyənin deyil, Ümumdünya Səhiyyə Təşkilatının qlobal problemlərindəndir. Ümumiyyətlə, autizm spektr pozuntusu neuroloji bir problemdir və neuroloji bir problem olmaqla yanaşı mürəkkəb və müəyyən fərqindəliklərlə özünü göstərir. Bunlar inkişafda müəyyən pozuntular, nitqin olmaması, asosiallıq, özünə qapanmalar, bunlar təbii ki, autizmin pozuntularıdır. Və niyə biz spektr deyirik? Autizm spektr sözü nəyi özündə əhatə eləyir? Məsələn, 10 autizmlə əziyyət çəkən şəxsi biz götürsək, müayinə eləsək, biz fərqli aspektlərdə problemi müşahidə eləyəcək. Biri asosialdır, biri nitq problemləri var, logopedik problemləri var. Tutalım, birində böyük, kiçik motor bacarıqlarının pozuntularını biz müşahidə eləyə bilirik və buradan nə çıxır? 10 autizmin, onunda da fərqli aspektlərdə problem var və biz bunu hansı adın altında ümumiləşdiririk? Autizm spektr pozuntusu adı altında birləşdiririk və hal-hazırda soruşsaz, hər 36 uşaqdan birində bu problemi biz görürük. Və buna xəstəlik demək, əslində bizim sahədə 2 yerə ayrılıb. Elə mütəxəssislərimiz var, bunu xəstəlik kimi dəyərləndirir. Amma mən qətiyyən bunun tərəfdarı deyirəm, əleyhinəyəm. Özünüz düşünün, 36 uşaqdan birində bu artıq diaqnoz qoyulursa, biz buna xəstəlik deyib, tibbi modeldən peçatlayıb bu uşaqları, belə deyək, cəmiyyətdən çıxdaş eləyib, buna biz necə yanaşma tərzi sərgiləyə bilərik? Ona görə də bu bir fərqindəlikdir. Və biz hal-hazırda günümüzdə müxtəlif artıq terapiyalar var. Məsələn, tətbiqi davranış terapiyası, ABA. Hamımızın bildiyi ən gözəl terapiyalardandır. Əslində biz telemariflənmə olaraq istər bu və istər digər layihələrimizdə hər zaman autizmlə bağlı müəyyən xüsusi yer ayırmağa çalışırıq və ölkəmizdə əslində bu işlərə kifayət qədər çox böyük diqqət, maraq var və sosial layihələr də görülür, dövlət layihələri də görülür ki, sizin kimi peşəkarların sayəsində səsimiz artıq, mən düşünürəm, ölkəmizə çatır. İnsanlar, valideynlər illər öncəsindən müqayisədə hal-hazırda artıq müəyyən qədər maariflidirlər, daha maariflidirlər və bayaq dövlət dəstəyi ilə danışdıq ki, təbbin dəstəyi ilə tez konferanslar tədbirlər təşkil olunur və siz də o tədbirlərin baş qəhrəmanı kimi orada iştirak edirsiniz, mütəmadi insanları xalqımızın maariflənməsinə çağırışlar edirsiniz ki, istəyəcəm sizdən bir valideynləri maarifləndirmə istiqamətli bir sual verir. Erkən diaqnostika, eynən. Hansı əlamətlərdən, hansı simptomlardan biz şübhələnə bilərik ki, bizim evladımızda autizm problemi var və niyə bu qədər əhəmiyyətlidir erkən diaqnostika autizmdə? Əslində 1 yaşdan
biz bunu müşahidə edə bilərik. Əgər valideyn maariflidirsə ki, bayaq dediyimiz mövzu, bunu pediatr da müşahidə edə bilər. Əgər uşaq bağçaya gedirsə, bağçadakı pedaqoq da bunu müşahidə edə bilər. 1 yaşda göz kontaktı yoxdursa, adına reaksiya yoxdursa, uşaq dönüb dolaşıb təkrarlanan hərəkətlərin içində bulunursa, tutalım paltaryon maşını evdə primitiv bir misal çəkib. Uşaq ona dayanıb baxırsa, o maşın hərəkət edənə qədər və yaxud da iplə oynayırsa, işığı yandırıb söndürməyə meyillidirsə, bizim artıq şübhələnməyə əsaslarımız var, bəli. Amma artıq 2-3 yaşda qabarıq şəkildə özünü göstərməyə başlayır, tamamən antisosial, reaksiya vermir mühitə, dostları olmur, reaksiyaları olmur, özünə qapanır. Amma biz burada nə edə bilərik? Erkən müdaxilə ilə uşağın həyatını daha asanlaşdıra bilərik. Bu diaqnoz ümumiyyətlə ömür boyu davam edə bilən bir diaqnozdur. Biz nə edə bilərik? Biz mütəxəssislər bunu sadələşdirə bilirik, asanlaşdıra bilirik. Onlara həyati bacarıqları mənimsədə və qavrada bilirik. Bəs valideynlərə ümumiyyətlə ilk olaraq hansı tövsiyələri verirsiniz? Məsələn, bir uşağa artıq autizm spektr diaqnozu qoyuldusa, valideyn nə etməlidir? Kompleks müalicə aparmalıdır. Kompleks müalicəyə kimlər daxildir? Mütləq şəkildə. Uşaq nevroloqları. İlk öncə mən onu deyim, uşaq nevroloquna aparmaq lazımdır. Nədir bu mövzuda? Kompleks yanaşma tərzi. Uşaq nevroloqu, uşaq psixoloqu, uşaq psixiatrı, loqoped, abaterapiya, davranış tətbiq analizi metodikasının mütəxəssisləri paralel şəkildə iş aparmalıdırlar ki, uşağın həyatını asanlaşdıra bilsinlər. Uşaq bu, belə deyək, problemdə tək qalmasın. Hətta nəinki uşağı, biz cəmiyyət olaraq həmin o valideynə, həmin o ailəyə dəstək olmağı bacarmalıyıq. Günah xanım, bir dəqiqə bilirsiniz, biz nədən də çox əziyyət çəkirik? Tipik uşaqlarla atipik uşaqların sintezi çox azdır. Adi mən öz seansımdan götürüm, tutalım, autizm spektr pozuntulu bir uşaqla işləyirəm. Ondan sonra hər hansısa bir travma alan bir uşaq gələcək. Ana deyir, gözdə qoyub çıxsın, sənə toxuna bilər, sənə dəyə bilər. Mən həmin valideyni dəvət edirəm. Ay xanım, haçan toxundu sizə? Mən döydüm mü içəridə, mənə toxundu mu? Bir hadisə oldu mu ki, belə reaksiya verirsiniz? Yox, sadəcə o autizmdir də. Yəni bu yanaşma tərzi, düzgün yanaşma tərzi deyil. Axı var, uşaqlar gec danışırlar. Uşaq danışmırsa, qəribə bir qonşu deyir, yəqin autizmdir. Yəni bu xəstəliyin, bu fərqindəliyin diaqnozunu peşəkar mütəxəssis qoya bilər. Yəni hər danışmayan uşaq autizm diaqnozu deyil də, düzdür? Bu mövzuna bağlı sizə soruşum ki, uşaqların, həmin autizmli uşaqların sosial adaptasiyası və bu nə qədər mümkündür? Bəzi vaxtlarda autizmli uşaqlara deyirlər ki, uşaq getsin bağçaya, bəlkə düzəldi o mühitdə, uşaqların əhatəsində və yaxud da əksinə qorumağa çalışırlar bayaq dediyiniz kimi. Bağça ümumiyyətlə autizm müalicə eləmir. Bağça sadəcə olaraq sosiallaşma baxımından, əgər uşaq kompleks müalicə alırsa, kompleks terapiyalara cəlb olunubsa, bəli, bağçanın da köməyi, dəstəyi bizim üçün vacibdir. Çünki uşaq orada sosiallaşır, axı ora cəmiyyətdir. Bu yöndən bəli, bizim üçün çox faydalıdır və bu uşaqların xüsusi bacarıqları var, çoxunun. Bəziləri çox gözəl rəqslər bacarır, bəziləri gözəl əl işləri bacarır. Hal-hazırda məsələn, biz bir 10 autizmli uşağı götürmüşük, onların üzərində iş aparırıq. Onların çoxunun o qədər gözəl əl işləri var, siz bunu mən bəlkə səhifəmdə də görmüsünüz. Çox gözəl rəsmlərlə, mən buna görə çox təşəkkür edirəm öz xəstəxanamın dəyərli rəhbəri Nərgiz xanım Əliyevaya. Çox gözəl şərait yaradıb mənim üçün, bizim üçün. Və biz autizm spektrdən əziyyət çəkən uşaqları çox gözəl bir şəkildə cəmiyyətə qazandırırıq. Həqiqətən də autizmli uşaqların, qızlar, oğlanlar fərq eləmir. Autizmli uşaqların nə qədər istedadlı olduqlarını kəşf eləmək, potensialını kəşf eləmək. Və cəmiyyət olaraq hamımızın üzərinə bu yük düşür. Üzərinə düşür. Hələ valideynlərin üzərinə bu vəzifə öhdəliyi çox belə öhdəlik olaraq düşür. Autizmli uşaqların təhsilə cəlb olunmasına bağlı soruşum sizdən. Təhsil, mən məsləhət görərdim, inklüziv təhsil. Çünki niyə inklüziv təhsil? İnklüziv məktəblərdə həmin uşaqların inklüzivliyi təmin olunur. Çünki hər şey onların anlaya biləcəyi səviyyədədir. Yerin döşəməsindən tutmuş lövhə, səsküncüləndiricilər, inklüziv məktəbin vacibliyi bizim üçün buna görə çox vacibdir. Bəzən valideynlər bunu bir mənalı qarşılamır. Niyə uşağım xüsusi məktəbdə oxusun? Axı ora daha çox verimlidir həmin uşaq üçün. Daha çox orada nəyisə öyrənib mənimsəyə bilər, sosiallaşa bilər, adaptasiyası normal gedə bilər və bunu belə deyək, biraz
baxış açıları fərqli olduğundan Əlbəttə. dolayı, amma yenə də bir mütəxəssis olaraq mən buradan bir çağırış edirəm ki, inklüziv məktəblərdə təhsil almağa həmin uşaqların inkişafına çox böyük dəstəkdir. Mütləq. Əslində ölkəmizdəki güclü və sözsüz ki, xüsusi məktəblərin sayəsində çox mükəmməl işlər Bəli. görülür. Ölkəmizdə Amma ingilis seçim azadlığı var. təhsil mərkəzləri kifayət qədər çoxdur. Əslində sizin fikirləriniz çox sadə dildə olduğu üçün hər birimiz anladıq. Bəli. Bu sadəliyi digər qonaqlarımızdan da istəyəcəm və təhsildən danışmışkən Nərmin xanım mənə çox maraqlıdır. Baxın, digər kifayət qədər çoxsaylı fənlər olduğu təqdirdə niyə məhz fizika müəllimliyini seçdiniz? Deməli, bu fənnə mənim marağım 11-ci sinifdə başladı. Hansı ki, müəllimim bunu mənə sevdirdi. Bayaq siz də dediniz ki, müəllimin rolu çox böyükdür. Əlbəttə. Mən də bir neçə müəllim dəyişdirmişdim abituriyent vaxtı, amma 11-ci sinifdə nəsə bir müəllimim, Müqəddəs müəllim, burada onu salamlayıram. Adı Müqəddəs müəllim. Bəli, elə Müqəddəs. Elə özü də Müqəddəsdir. Deməli, o mənə sevdirdi fizikanı. Mən hazırlığın ilk həftəsi dedim ki, mən fizika müəllimi olacağam. 11-ci sinifdə də məqsəd o idi universitet üçün. Dedim ki, qəbul olmasam, yenidən hazırlaşacağam. Hansı ki, bunu nəyə görə edirəm? Uşaqlardan bəzən soruşurlar ki, nəyə hazırlaşırsınız? Bilmirəm, nəyə düşdüm. Balım nəyə çatdı. Mən elə şeyi sevmirəm. Ambisiyalı olmur da uşaqlar. Mən elə şeyi sevmirəm. Sonra da, məsələn, mən universitet zamanı da bizim qrupda belə balı çatıb düşən, valideyn istəyi ilə düşən uşaqlar da var idi. Onlar da oxumurdu dərslərini. Fizikanı sevmir də, valideyn istəyib gəldilər. Ona görə mən indi hansı universitet təhsil almısınız? Bakı Dövlət Universiteti. Fizika. Fizika fakültəsi. Fizika fakültəsi, okey. İndi də şagirdlərimə deyirəm ki, bir sənət seçin, bir məqsədiniz olsun, sevdiyiniz işi görün. Valideyn yönləndirə bilər, amma içinizdən nə gəlir, onu eləyin hər zaman. Bir sözlə sevərək gəlmişəm, yəni Əslində günümüzdə çox aktual mövzulardan biridir. Hələ hal-hazırda ixtisas seçmə ərəfəsindəki vaxtdan elə istifadə etmək istəyirəm ki, dəyərli valideynlər icazə verin övladlarının istədikləri sahədə, sevdikləri sahədə özlərini, gələcəklərini görsünlər. Çünki nə qədər də fərqli sahəyə istiqamətləndirməyə çalışsalar da valideynlər bəzi hallarda övladlarını yenə də sonda ikinci, üçüncü təhsil də olsa öz sahələrinə, öz sevdiyi sahəyə istiqamətləndirir. O da vaxt itkisi yaradır şagirddə. İşə sevgi mütləqdir. Hədəfdən söhbət gedir. Biz növbəti efirlərdə hədəfdən danışarıq. Çox ehtiyacı olan mütləq, həqiqətən də düzgün hədəf çox vacibdir və hədəfə yönəlmək. Mən həkim olmaq istəyirəm, mən kardioloq olmaq istəyirəm. Arasında çox böyük fərq var. Bu da hədəfdən başlayır. Hədəf günəş kimi isti olmalıdır, bizi çəkməlidir. Mən hədəfimi düzgün qoya bilirəmsə, düzgün gedə biləcəm. Bunu bir dəfə danışarıq. Gülanə xanım hər zaman kimi o incə məqamlara toxunur, həssas məqamlara toxunur və o deyir tükü-tükdən seçməyi hər zaman kimi mükəmməl bacarır. Bəzi insanlar bax fizikadan danışmışkən bəzi insanlar düşünə bilərlər ki, mənasız bir elmmiş ki, əslində bütün elmlər çox önəmlidir, bütün elmlər çox sehirlidir, möcüzəvidir ki, sırf elə bu mövzudan qeyd edim ki, mütləq ki, lazımsız elm yoxdur. Həqiqətən hər bir elmin müəyyən incəlikləri var. İnsan həyatında bu elmin rolu nədən ibarət? Yəni sırf fizika elmindən danışırıq. Sırf fizikanın elmi. Bayaq dediyim kimi fizika yaşadığımız dünyanı, kainatı anlamağımıza kömək eləyir. Bir sözlə qısa konkret mən bunu belə deyə bilərəm ki, yaşadığımız dünyada baş verən prosesləri anlamağımıza kömək eləyir. Hansı ki, biz yeriməyimiz belə fizika ilə bağlıdır. Sürtünmə qüvvəsi, digər qüvvələr və s. və axır bunların hər birisi fizikadan bağlıdır və təbiətdə gördüyümüz bir çox hadisələr, göy qurşağından tutmuş, hansı ki, məişətdə istifadə etdiyimiz bir çox cihazlar, texnika, nəqliyyat, hərbi texnika, bunların hər birisi fizika ilə bağlıdır. Yəni, daxilində fizika var və s. və axır biz bunları dərslərimizdə keçirik, nümunələr göstərirəm, şəkillərini çəkirəm, videolarını da göstərirəm, danışırıq. Bir sözlə onu şagirdin beyninə həkk etdirirəm. Yalnız tərif əzbərlətmirəm, ən nifrət etdiyim şeydir. Özünüzdə məxsus tərif əzbərlətmək. Bəli, tərifi oxuyuram, deyirəm nəsə başa düşdün, məncə heç nə başa düşmədin, gəl bunu öz sözümüzlə danışaq. Düsturu yazıram, deyirəm yadında qalacaq, məncə bu sənin yadında qalmayacaq. Gəl başlayaq, düstur necə alınır, hardan alınıb, alınmasıyla izah eləyirəm. Bir daha üstündən keçirəm, bir daha keçirəm ki, onun tam yadında qalsın. Bir sözlə əzbərçilikdən tam uzaq öyrədirəm. Məncə müasir yanaşma, elə ən peşəkar yanaşma da bundan ibarətdir. Sevdiyiniz və belə deyim də, yəni özünüzdə kumir kimi götürdüyünüz ən dahi fizik sizcə kimdir? Ən dahi fizik Einstein. Təbii ki, hamının sevimlisi. Isaac Newton. E bərabər də MC kvadrat, fizik. O
Einstein Y = MC kvadratı ən məşhurdur. Onu məncə bilməyən yoxdur. O məncə bilməyən yoxdur. Məncə də. Fizikadan başa çıxmayan da onu bilir. Eynən, bütün fizikanı keçənlər hər biri o E = MC kvadrat onu mütləq bilməlidir. Bir mövzuya toxunmaq istəyirəm ki, ölkədə ilk və tək xarici metod. Bu nədir? Bu metodika haqqında bayaqki dedikləriniz bu metodikanın daxilindədirmi, yoxsa? Əslində mənim bu metodumun içərisinə bir neçə üsullar daxildir. Bayaq dediklərim məsəl üçün, ilk öncə onu deyim elə. Bayaqki kimi mən dedim ki, əzbərçilikdən tamam uzaq öyrədirəm. Mənim məqsədim onu dərk etməsidir və sadə dildə onu anlamaqdır. Sadə dildə anlayıbsansa, onu da çox gözəl bir şəkildə hər zaman yadda saxlayacaqsan. Einstein deyib ki, desən Einstein demişdi ki, bir şeyi sadə dildə başa sala bilirsənsə, lori dildə başa sala bilirsənsə, deməli onu çox gözəl bilirsən. Tərifini əzbərdən deyirsənsə, sən deməli tamam əzbərləmisən. Bəli. Bu metodun içərisinə daha sonra nələr daxildir? Mənim taktikalarım. Hansı ki, dərsi keçən zaman bəzi nüanslar var ki, şagirdlərin yadından çox tez çıxır. Mən bu zaman taktikalarımdan istifadə edirəm. Hər zaman efirlərdə də deyirəm, bizim çox məşhur bir taktikamız var. Patron, hər dərsin ayrı bir taktikaları var da. Tutaq ki, şagirdlər hal-hazırda məni izləyir. Mənim şagirdlərim bilir, amma digər şagirdlər bilmir. Mənim qruplarımda olmayanlar bilmir. Hansı ki, doyan və doymayan buxar mövzusu var. Şagirdlərin çox çətinlik çəkdiyi bir mövzudur. Orada biz dərsə başlayan kimi, deyirəm ki, uşaqlar testə baxan kimi başa düşdüyünüzdə patronla əldə edirsiniz bunu. Bəzi bu formada qısa konkret yadda saxlama üsullarımız var. Düşünürəm ki, abituriyent bunu imtahanda həyəcandan qarışdıra bilər də. Bunu aşağı yaza bilər, bunu yuxarı yaza bilər. Onun üçün üsullar deyirəm, bax bunu bu sözlə yadda saxla, bax bunu belə yadda saxla. Və sərvəlaxır taktikalarıma aiddir. Daha sonra mənim qayda PDF-lərim bu metodların içərisinə aiddir. Hansı ki, şagirdlərə özümün xüsusi hazırladığım həm birinci hissə, həm də ikinci hissə qayda PDF-lərini təqdim edirəm. Bu qayda PDF-lərinin içərisindəki məlumatlar çox zəngindir. Bir çox kitablarda belə o məlumatlar yoxdur. Qayda PDF-ində yazmadığım məlumatları isə özüm dərs zamanı deyirəm şagirdlərimə. Mən başımla cavabdehəm ki, baxın bunu da deyim. Mənim dediyim şagirdlərə məlumatları demək olar ki, heç bir çox kitabda görməyəcəksiniz. Heç bir çox müəllim onu şagirdlərə deyə bilməz. Öz kəşfinizdir, hə? Öz kəşfim deyəndə ki, çalışıram ki, xarici mənbələrdəki məlumatları tapıram, tərcümə eləyirəm, şagirdlərimə onları öyrədirəm. Tamam xarici mənbələrdən hazırlaşıram, çünki bizim kitablar bəzən yetərsiz olur. Xarici mənbələrdə əlavə məlumatlar, nümunələr, deməli, izah üsulları və s. fərq eləmir. Türk, İngilis, Rus fərqi yoxdur. Araşdırıram, harda maraqlı məlumatlar var, şagirdlərimi ötürürəm. Daha sonra bizim dərslərimiz zamanı məncə şagirdlər üçün ən böyük fürsət budur ki, dərs izahlarının, dərslərimiz zamanı ekran kaydı aparılır. Ekran kaydı necə bir şeydir? Tutaq ki, siz mənim şagirdimsiz, dərsə qoşulubsuz, dərsi izah eləyirəm. Onlayn şəkildə. Onlayn şəkildə tədris edirəm, bəli. Respublikanın bütün bölgələrindən, hətta Azərbaycandan da xaricdə yaşayan bizim azərbaycanlılarımız belə mənim dərslərimə qoşulurlar onlayn formada. Deməli, ekran kayıtlarından danışırdım. Dərsə tutaq ki, qoşulmamısınız. Amma o dərsi izləyə bilirsiniz. Çünki mən onu bizim gizli YouTube kanalımız var. Oraya yerləşdirirəm. Qoşulsanız da, qoşulmasanız da həmin o dərs izahını dəfələrlə izləyə bilirsiniz. İlin əvvəlində izah etdiyim dərsi imtahana bir ay qalıb hal-hazırda 11-ci siniflərimin. Gizli kanaldır, yalnız öz şagirdlərim üçündür. Yalnız. Amma tamam açıq YouTube səhifəmiz olacaq. Hər kəs üçün bu yenilik görəcəklər səhifəmizdə. Tamamilə başqa formada izahlar gələcək. Hansı ki, YouTube-da o sıradan izahlar kimi izah gəlməyəcək. Mən daim istəyirəm ki, fərqlilik olsun. Nəyə ehtiyac var? Hansı üsullara ehtiyac var? Şagirdlər nəyə axtarır? Onlar üçün daha asan yollar nələrdir? Siz qeyd edirsiniz və mənim xatirimə gəlir öz repetitorluq vaxtlarım ki, mən də uşaqlara maksimum sadə və onların anlayacağı bir dildə riyaziyyat izah eləməyə çalışırdım. Çox gözəl bir məqama toxundunuz ki, onu nə qədər gözəl anlamalıyıq ki, o fənni sadə və anlaşılır dildə o uşaqlara, eyni zamanda şagirdlərimizə təbliğ eləyək, aşılayaq onları. Əslində, mən sizin sosial şəbəkənizə dünən belə kifayət qədər çox belə gözəl search elədim və baxdığım zaman gördüm ki, orada
valideyn rəyləri var və o qədər müsbət valideyn rəyləri var. Mən düşünürəm ki, paylaşım bir müəllim üçün ən gözəl hisslərdir ki, emosional və eyni zamanda gözəl rəylər valideynlərdən. Bu sizin peşəkarlığınızdan irəli gəlir sözsüz ki, hər bir sahənin müəyyən qədər çətinlikləri var. Çətinliklərdən danışana qədər bayaq biz orta məktəb fənlərindən danışdıq. Məzura xanım, bayaq özünüz dediniz ki, orta məktəbdə fənn olaraq heç də yaxşı olmamışam, amma digər mövzularda, sənətdə, səsdə hər zaman mükəmməlsiniz. Bəs övladınızın orta məktəbində necə? Necə, yəni tələbkar olmusunuz ana kimi? Mənim evladım olmayıb, amma qardaşım qızını saxlamışam da. O da çox savadlı olub, yəni qardaşım həkimdir. Yəni mənəvi qızınız da belə deyil, öz evladınız kimi. Çox əlaçı da, yəni uşağa problem olmayıb da. Soda Ada Universitetində onu saxladılar. Yox. Saxladılar müəllim, yəni işlədi. Pedaqoq kimi saxladılar. Bəli, yəni çox o ingilis sahəsində idi. İngilis dilini, beynəlxalq münasibətləri qurtarmışdı o vaxt Qafqaz təzə açılanda. Yəni ki, çox savadlı qız idi. Nə bilim, mənə elə gəlir ki, ondan savadlı qız yoxdur. Öz həyat təcrübənizi mənəvi qızınızın üstündə deyil də, yəni o geni mənə çəkməyib, qardaşım. Bibisidir də. Bibisi olsam da, amma çox vaxt qız uşaqları deyir, atasına çəkirlər, atasının genini daşıyırlar. Yəni mən ona inanıram ki, onun çox savadlı oldu. Yəni o uşağın üstünə düşməmiş, öyrən. Bunu elə. Əslində mən tam fərqli deyirdim ona, başqa cür izah eləyirdim. Öz başımdakılar kimi, amma o oxudu da. Həvəsi olub da. Bəli, elə işlərdən danışmışkən, Məzura xanım, yeni layihələriniz, yeni işləriniz, yeni mahnı oxuyacam burada. Bu gün əslində tək gəlməli deyildiniz, səhvləmirəmsə. Anonslarda tək deyildiniz. Hə, Miri biraz işləri var idi, ona görə biraz gələ bilmədi. İnşallah gələn verilişdə gələrik. Bugün burada yeni mahnı oxuyacam. Elmir Mədətoğlu'ndan Vaqif Nəcəfli Allah rəhmət eləsin, onun xatirəsinə. Elmir Mədətoğlu çox xahiş eləyib ki, yəni bizim dostumuzdur, yoldaşı baxır. O mahnını burada ifa eləyərsən bugün. Ekskluziv bir mahnıdır mı? Bəli. Burada ifa eləyirəm, heç bir efirdə ifa eləməmişəm. Adı necədir mahnı? Onu deyə bilmirəm, ona deyə bilmirəm. Ona deyə bilmirəm. Elə növbəti ifa həmin o mahnı olsun, zəhmət olmasa. Ona deyə bilmirəm, bu mahnı lirikdir, yoxsa deyiləm? Yox, oynaqdır, oynaq. Oynaq mahnı. Elə sizin ifalarınız oynaq gözəldir, Məzura xanım. Mən niyəsə bilmirəm, sizin ifanızda lirik də çox gözəldir, amma sizin iştirak etdiyiniz el şənliklərdə mən hər zaman olmuşam və orada sizin gəlişinizlə o canlanan səhnəni, canlanan rəqs zalı, həqiqətən rəqs meydanı coşur. Sizin olduğunuz el məclislərində rəqs meydanı coşur. Mən düşünürəm ki, bu sizin illərin peşəkarlığı, illərin təcrübəsidir. Ona görə mən düşünürəm ki, sizin qədəm qoyduğunuz o el məclislərində mütləq hər kəs onu hiss eləyib, pozitivliyi hiss eləyib. Elə dəyərli Gülnar xanım. Hətta bizim neçənci il idi o Azay? 97-ci illərin mənim həyat yoldaşım Sumqayıt şəhərində doğulub, böyüyüb, hal-hazırda qulaqçınlıqdır. Dedi ki, 97-ci ilin el şənliyində Məzura xanım ifa eləyib. Məzura xanımın ifası zamanı deyir, heç kim əyləşməmişdi. Sular hamısı boş, rəqs meydancasında canlı. Həqiqətən o vaxtlar ancaq canlı idi. Bizim də elə belə. İndi Zakir Əliyevlə, dəyərli sənətkarımızla. Oxumaq deyil, sadəcə filan kəs gəldi, getdidir. Amma biz toylar oxumuşuq da. İndi yaman tələb var abi bu sahəyə. İndi yaman belə maraq varmı deyim. Məzura xanım, bilmirəm, aparıcılar da mahnı oxuyur. Sponsorlar çoxdur da, yəni əvvəllər çox da sponsorlar yox idi. Yəni ortalığa istedad var idi. Mən sənə bir söz deyim ki, mən məclisə getmək üçün oxumamışam. Mən yenə bayaq dediyim kimi uşaqlıqdan səsim var idi, oxumuşam və hətta məni 15 yaşım idi, sinif yoldaşımın xınası idi. Mən xınaya çağırdım, mən gəlib xınada nə oxuyacam, mən muğam oxuyuram, mən belə eləyirəm, elə eləyirəm. Getdim, gördüm, yox, əvvəlli başda oxuyuram. Yəni o vaxtdan mən başladım, yəni məclislərə çağırdılar, getdim. Həmin gündə buradan bütün sinif yoldaşlarımı salamlayıram. Həmin gündə səhər gəlib uşaqların hamısının ödənişini mən ödədim. Bufetdə nə yedilər, içdilər, hamısı mənlik oldu. Elə məktəb vaxtından bizim Məzura xanım maşallah o mərd-mərdanəlik olub. Məzura xanım, eynən istedaddan da əlavə o potensial xarakter, əlbəttə. Məzura xanım, ümumiyyətlə səhnəmizdə mən deyərdim ki, sənə də mən pulun dalıcı getməmişəm. Səhnəmizdə onu demək istədim ki, amma indi pulun dalıcı gedirlər.
gedim 3 dənə fonoqram yazdırım, ya neyniyim, indi Allah ruzulan yetirsin, indi Hər anın bir nə yanaşması deyirik, var. Allah yetirsin. Amma biz onu bilmirdik ya, biz onun dalıcı getməmişik. Düzdür. Biz sadəcə sənətimiz olub oturmuşuq, Şökət xanım Ələkbərovanın qabağında Hacı Baba Hüseyniminə oturub muğam oxumuşuq, dəstgah oxumuşuq, 5-ci Respublika Festivalının laureatı olmuşam. Yəni belə-belə. Sonra başladım, gördüm, o deyir, mahnım yoxdur, toy aparmırlar. Başladım öz mahnılarımı. Ümumiyyətlə səhnəmizdə dəmir xarakterli deyirlərdi ona. Xarakterli xanımlar çox azdır ki, onlardan biri elə birincisi sizsiniz. Sizin sənətinizdən əlavə bir də xarakterinizə görə hər zaman sevirik, sevirlər və hörmət edirlər siz ki, mən düşünürəm ki, həqiqətən də Azərbaycan səhnəsində tək tüklərdənsiniz. Beləsi yoxdur. Beləsi yoxdur. Beləsi yoxdur Mənzurə xanım. O bayaqki mahnı haqqında istəyəcəm bir müəyyən məqamlar demək istəyirsiniz, şərhiniz varsa, müəyyən Dedim elə Elmir Mədətoğlundan gəlir, ona deyə bilmirəm. Sonra gəlin səhnəmizə. Hə, gəlsin. Gəlin səhnəmizə. Biz də bir rəqs eləyək burada. Sevə-sevə. Səhnə sizin. Bütün əzablara dözəcəyəm mən, kölgəsinə dönüb gəzəcəyəm mən, onu ömür boyu sevəcəyəm mən, onu sevdiyimi deyə bilmirəm. Nələr çəkdiyimi özüm bilirəm, İçimdə ağlayıb üzdə gülürəm, həsrətdən saralıb dərddən ölürəm, onu sevdiyimi deyə bilmirəm. Həsrətdən saralıb dərddən ölürəm, onu sevdiyimi deyə bilmirəm. Bütün əzablara dözəcəyəm mən, kölgəsinə dönüb gəzəcəyəm mən, onu ömür boyu sevəcəyəm mən, onu sevdiyimi deyə bilmirəm. Bütün əzablara dözəcəyəm mən, kölgəsinə dönüb gəzəcəyəm mən, onu ömür boyu sevəcəyəm mən, onu sevdiyimi deyə bilmirəm, onu sevdiyimi deyə bilmirəm. Necə deyim ona gəlmir dilimdə, qalmışam əzabda, dərddə, zülümdə, ondan əl çəkməyə gəlmir əlimdə, onu sevdiyimi deyə bilmirəm. Ondan əl çəkməyə gəlmir əlimdə, onu sevdiyimi deyə bilmirəm. Bütün əzablara dözəcəyəm mən, kölgəsinə dönüb gəzəcəyəm mən, onu ömür boyu sevəcəyəm mən, onu sevdiyimi deyə bilmirəm. Bütün əzablara dözəcəyəm mən, kölgəsinə dönüb gəzəcəyəm mən, onu ömür boyu sevəcəyəm mən, onu sevdiyimi deyə bilmirəm, onu sevdiyimi deyə bilmirəm. Əzablara dözəcəyəm mən, kölgəsinə dönüb gəzəcəyəm mən, onu ömür boyu sevəcəyəm mən, onu sevdiyimi deyə bilmirəm.
əzablara dözəcəyəm mən, kölgəsinə dönüb gəzəcəyəm mən, onu ömür boyu sevəcəyəm mən. Onu sevdiyimi deyə bilmirəm, onu sevdiyimi deyə bilmirəm. Çox təşəkkür edirəm. olun. Tək hər zaman sevdiyimizi, sevdiyiniz insanlara deyə bilək. Məzrur xanım, Demək olmur onu. niyə ki? Deyək, 5 günlük dünyadır, deyin getsin. Adamın mənim kimi bir rəfiqəsi olsun. Hə, belə dəstəkdən versin, deyin, Günar deyin xanım, getsin. siz də deyə Ayşə. bilməzsiniz. Deyərəm. Deyərsən. Niyə demirəm? Mən Mən deyərəm. inanmıram. Deyərəm. Deyərəm məncə, bilmirəm. Axır mən tortu sevdiyimi deyirəm. Düzdür, ilk addım bəylərə məxsusdur, amma gərək xanımlar da biraz cəsarətli olsun da. Yəni də sevdiyinizi deyin, dəyərli izləyicimiz. Sevdiyiniz insanlara deyin, həyat yoldaşlarınıza, evlatlarınıza, elə yeməyin özünə etiraf edin sevginizi. Biz də məsələn etiraf edirik ki, şirniyyatı sevirik. Görün nə gözəl göründü. Canlı. Elə bil bizim dəyərli rejissorumuz Şəlalə xanım oturub studiyanın ortasında. Elə gəlir səsi bura. Hə, heç nə olmaz. Deməli, bizim şirniyyatımız artıq hazırdır. İstəyəcəm Sevinç xanım bir şirniyyatı şərh eləyəsiniz. Burada artıq desertlərimiz də hazırdır. Bunları da mən göstərim sevə-sevə izləyicilərimizə. Və bu şirniyyatlardan əlavə desertləri də əldə edə bilərsiniz. Sevinç xanımın sosial şəbəkəsi və digər informasiyalar aşağıda qeyd olunur. Siz də müəyyən informasiyaları bölüşmək istəyirsə buyurun. Daha sonra siz keçid eləyək artıq qonaq otağına Sevinç xanım. Məlumat. Hə, məlumat. Bu köklü tortdur. İçində tərkibi siyajı banandır. Yeni banan. Yeni banan və içliyində krem cheese, pendirlə və qaymaqla olub. Üzəri də krem cheesedir və üzərindəki sveji Pendir də krem pendir. bəli, krem pendirdir və üzərindəkilər hər biri çiyələkdir və Yeni, təzə çiyələk Bəli, yeni və təzə nə idi bu? Gilə meyvə. gilə meyvə, bəli. Qara gilə idi səhv eləmirəmsə adı, hə? Qara gilə. Qara gilənin gözəl tortumuz hazırdır. Göz haqqınızı halal eləyin dəyərli izləyəcəyimiz. Sevinç xanımın mükəmməl bu tortları sifariş eləyə bilərsiniz. Özəl günlərinizi daha da gözəlləşdirə bilərsiniz. Əslində yox, lazım deyil çiyələk yemək burada, lazım deyil. Deməli, əslində bayaq dedim ki, Sevinç xanım, fırçanız varsa bunun üstündə xoş sabah yazaq. Sevinç xanım dedi ki, bilsəydim yazı yazmaq istəyirsiniz, bizim dəyərli həmin o fırçalarımız var, peşəkarcasına onları hər səyə gətirdik. Dedim, bəlkə həvəskar dedi, yox, mən olduğum hər yer peşəkar olmalıdır, peşəkarcasına olmalıdır. Ona görə burada düşünün ki, xoş sabah yazılıb da, xoş sabah tortudur bu. Yaxşı, real. Hə, keçdik. Keçid eləyə bilərik. Dəyərli rejissorumuz Şəlalə xanım, mən istəyəcəm elə Sevinç xanımı da götürüm. Keçid eləyək bizim qonaq otağına. Çünki artıq mətbəxdə işlərimiz yekunlaşdı. Sevinç xanım keçid eləyənə qədər qonaq otağına elə bizim Nərmin xanımın yanına keçid eləməyinizi xahiş eləyəcəm. Sevinç arada özün də ye. Arada özün də ye, biraz kökəl. Demək lazımdır ki, yesin, biraz da kökəlsin. Bayaq yeni işlərdən danışdıq, yeni layihələrdən danışdıq Məzurə xanım. Yaxın zamanda açıq havada, Novxanı tərəfdə konsert planlaşdırılırmı? Sevənlərinizi yığın bir yerə bizi hamımızı. Çalışarıq, yay gəlir də mütləq. Yay gəlirsə, bu deməli ki, artıq açıq havada konsertlər Bəli, eləməlisiniz. bəli, mütləq, inşallah. Yay hələ, Havaşıltaqlıq eləyir də. Məlum məsələdir, mayayının 5-idir, amma hava nəsə özünü noyabr kimi aparır bu günlərdə. Yaxşı aparmır, hə? Nəsə hava yaxşı aparmır bu günlərdə özünü. Bayaq biz deməli, aydındır, dəyərli redaktorumuz qeyd edir ki, izləyicilərimizdən autizmli uşaqların valideynləri suallar verirlər. Bir sual istəyəcəm autizmli uşaqlarla bağlı səsləndirəm Gülana xanım sizə. Autizmli uşağı olan valideynlər üçün psixoloji yük haqqında istəyəcəm soruşum ki, autizmli uşaqların valideynləri gedişatda, irəliləyən yaş periodlarında hansı çətinliklərlə üzləşirlər? Ümumilikdə elə ilk gündən, həmin diaqnoz qoyulan gündən valideynlərin qəbullanmama dönəmi başlayır ilk öncə. İlk öncə qəbullanmırlar heç cür. Növbəti etaplar başlayır artıq qəbullanma dönəmi. Təbii ki, burada müəyyən psixoloji sarsıntılar keçirdə bilər. Ələxüsusda anaları biz belə görürük. Çünki günahlandırmaları görürük. Elə onu da deyim ki, heç bir telefon autizm yaratmır. Heç bir peyvənd autizm yaratmır. Qarşı tərəflər başlayır bir-birini günahlandırmağa. Bax, sən bütün gün ev işi ilə məşğulsan, uşaq gadgetlar, telefon, televizor bu şəkildə uşağın inkişafı dayandı, uşağın inkişafı getmədi.
deməli, günahlandırılmalarla bizə müraciətlər edirlər və mən elə buradan da fürsət düşmüşkən deyim, autizm spektr pozuntusu nevroloji bir pozuntudur. Orada ola bilər ki, qan dövranında problem var və yaxud da enerji axınında problem var, genetik ola bilər, yəni bəzi risk faktorları var ki, hamiləlik dönəmini, natal, postnatal, prenatal dövrləri qadınlar normal şəkildə keçirməlidirlər ki, sonradan bu problemlərlə üzləşməsinlər, öz-özlərinə dərmanlar qəbul etməməlidirlər. Yəni, hər şey həkimin nəzarəti altında getməlidir ki, sonradan bu problemlərlə biz qarşılaşmayaq ki, vurğuladığınız kimi, bəli, artıq valideynlərin üzərinə böyük yük düşür, böyük məsuliyyət düşür, kompleks yanaşma düşür. İlk öncə mən belə deyərdim ki, elə ailə özü-özünə dəstək olsun, günahlandırmaqdan, yəni ortaya bir nəticə çıxmaz. Yəni, bir ekip, bir komanda olaraq o uşağı cəmiyyətə qazandırmaq üçün əllərindən gələni etsələr daha yaxşı olar. Nəinki bir-birini günahlandırmaq. Autizmli uşaqlar üçün ən effektiv terapiya metodikası hansı metodikadır? Hal-hazırda abaterapiya, tətbiqi davranış analiz metodikası. Bəs autizm uşaqların inkişafında hansısa xüsusi bacarıqların olması ehtimalı varmı? Əlbəttə ki, onların mütləqdir ki, xüsusi qabiliyyətləri var, mütləqdir. Hətta xüsusi, onların bəzi autizmlər var ki, onların beyni hətta belə deyərdim, skrinşokdur. Onlar otaqda bir dəfə girsələr, neyi nə formada görürlərsə, müşahidə eləyirlərsə, inanın ki, 5 il sonra da o otağa girəndə o forma onların yadında qalacaq. Hətta ola bilər ki, bu çaşqanın yerini biz dəyişsək belə, o uşaq onu xatırlayıb gətirib yerinə qoyacaq. Bəzən deyirlər ki, onlar reaksiya vermirlər deyə çox şeyə. Emosiyalar, deyirlər ki, emosiyaları yoxdur. Əslində emosiyaları var Gülnar xanım. Sadəcə olaraq onlar, bilirsiniz, biz etalonlaşdırmışıq ki, tutalım, uşaq ana üçün darıxanda qaçıb qucaqlamalıdır. Ola bilər ki, autizmli uşaq gülə-gülə gedir. O, belə deyək də, emosiyasını bu şəkildə biruzə verir. Və yaxud da ana uşağı bağçaya aparırsa, uşaq orada anadan ayrılmaq istəmir, ağlayır. Amma autizmli uşaq gülə-gülə gedə bilər. O reaksiyasını ağlamaqla deyil, gülməklə biruzə verər. Bu demək deyil ki, onların emosiyaları yoxdur. Yəni, bunların kökündə yatır sensor pozuntular. Bayaq 1 yaş dediniz. Bəs daha yuxarı yaşlarda, yəni autizm problemi olan uşaqlarda mı olur, yoxsa daha yuxarı yaşlarda özünü biruzə verə bilər? Xeyr, autizm ömür, belə deyək, boyu davam eləyə bilən bir problem olduğundan dolayı hər yaşda autizmlə biz şəxslə qarşılaşa bilərik. Sadəcə olaraq 1 yaş niyə dedim? 1 yaşda artıq biz bunu müşahidə edə bilərik. Pediatr bunu müşahidə edə bilər, psixoloq bunu müşahidə edə bilər. Amma artıq 2-3 yaşında daha qabarıq şəkildə özünü göstərir. Məktəb dönəmində isə tamamilə fərqlənir uşaqlar. Əgər üzərinə düşülməyibsə zamanında. Terapiya və təhsillə bağlı danışdıq. Bəs onların qida rasionu necə? Adi uşaqlar kimi hər şeydən qidalana bilərlər? Bax, elə ən, belə deyək, ürək yanğısı ilə yanaşdığımız mövzulardan biri də odur. Çünki glutenli qidalara çox üstünlük verir valideynlər. Nədir glutenli qida? Ağ un və un məmulatları, şəkərlər, bulkalar, şokoladlar, konfetlər və yaxud Mənzurə xanım da deyir ki, dietik əslində sağlam qidalanmadır. Vallahi, elə hamımız elə qidalansaq, gluten nəyə lazımdır? Ağ un nəyə lazımdır? Əslində sağlam qidalanma elə hamıya vacibdir. Amma autizmli şəxslərə daha həssaslıqla. Daha çox. Çünki onların niyə biz glutenli qidadan uzaq dururuq? Həzm prosesləri biraz normal getmir. Onlarda qəbzlik problemləri çox olur, çox müşahidə edirik və notrop maddələr yığılmağa başlayır bağırsaqlarda. O notrop maddələr də qan vasitəsilə beyinə sovrulur və beyində nə yaranır? Təbii ki, nevroloji pozuntular. Ona görə qidanın əhəmiyyəti bu qədər bizim üçün vacibdir. Düzgün qidalanma çox vacibdir. Mütləq düzgün qidalanma, sağlam qidalanma. Bəli, sağlam qidalanma hamımız üçün çox vacibdir. Valideynlərdə söz düşmüşkən, Gülana xanım buradaysa, dəyərli qonaqlarımız, sizdən də övladlarınızla bağlı sual verməyinizi istəyərdim, amma yadıma düşür ki, Nərmin xanım və Sevinç xanım hər ikisi hələ subaydı, hər ikisi hələ ailə qurmayıb. Ona görə inşallah ki, bir neçə il sonra yenidən gələrsiniz və artıq təcrübəli olaraq. Bu arada bir nüansı qeyd edeyim. Bayaq reklam fasiləsində onu hiss elədim, gördüm və soruşdum da hətta. Çünki artıq studiyamız, pavilyonda kim varsa mənə çox maraqlı olurdu, onlar kimlərdir. Soruşuna dedi ki, Nərmin xanımın atası və anası çox gözəl bir məqamdır həqiqətən də. Əllərinizdən öpürəm. Ananızın adı nədir? Mirvari. Mirvari xanım. Atanızın adı? Afiq. Afiq bəy, Mirvari xanım, kəşlə bütün valideynlər, bax dəyərli anamız kimi, atamız kimi hər zaman övladlarının yanında olsa, mən həmişə hara gedirəm, mən deyirəm ki, mənlə gəlsinlər. Mənlə gəlmələri məni yaxşı hiss elətdirir. Mənəvi güc hər zaman yanınızda olsunlar. Öpürəm ananızın əllərindən, gözlərindən. Allah hər zaman var eləsin Afiq bəyi, sizi. İnşallah ki, o gün olsun Nərmin xanımın el məclislərində, toy məclisində olaq. Xeyir işlərində. Dəyərli Mənzurə xanım gəlsin, ifa eləsin.
Artıq komanda hazırdır. Mənzurə xanım oxudu, mən apardım. Biz də qonaq kimi. Komanda hazırdır. Gülayna xanım. Gülnar xanım aparıcı. Tortunuzdakı aparacaq Sevinç xanım toyu. bişirəcək. Hə, hər şeyimiz artıq hazır. Hazırdır Dəyərli sənətkarımız, aparıcı, psixoloqumuz. Bəy yoxdur, bəy Bir tapmaq dənə bəy. lazım. Bəy də ki, hələ Nərmin xanım seçim eləyir. Bilirəm, Nərmin xanım təxmin edirəm ki, artıq seçim eləyir. Bayaq biz təhsildən danışmışkən, belə deyim də, mən hansısa bir sosial şəbəkədə deyəsən görmüşdüm o informasiyanı ki, hətta belə bir statistikada göstərilmişdi ki, hətta Einstein, dünyaca məşhur filosoflar və yaxud da fiziklərdə araşdırmalar onu göstərir ki, autizmlidir. Və Einstein də autizmli olduğu bəzi... Dedim deyəcəksiniz mən autizmli. Yox, sizdə hiss eləmirəm. Bəzi mənbələrdə oxumuşdum onu ki, Einstein gəl ki 9 yaşına kimi danışa bilməyib. Belə məlumatlar var. Bir deyirlər düzdür, nadəqiq məlumatlardır da, sözsüz. Dəqiq deyil o məlumatlar. Autizmli şəxsləri biz inkişaf elətdirəriksə, inanın ki, onlardan yetəri qədər ixtisaslı kadrlar da çıxır, alimlər də, yəni niyə də yox. Yetər ki, biz onları cəmiyyətə qazandıra bilək, humanist yanaşa bilək. Onlar hidrosefaliyadır. Elə fizikadan söz düşmüşkən, Nərmin xanım, sizə görə fizika fənninin ən çətin anlaşılan hissəsi hansı hissədir? Bir müəllim olaraq mənə heç birisi çətin gəlmir, amma uşaqlarda ən çətin gələn... Şagirdlər yönündən daha qəliz anladıqları. Həndəsi optika çətin gələ bilər, həndəsi optika. Arximed qüvvəsi çətin gələ bilər. Həndəsi optika niyə çətin gələ bilər? Çünki şüaların qurulmalı biraz var orada. Şüanı düzgün göndərməlisən, gözəl çəkməlisən. Bəzən şagird şüanı biraz əyri göndərir, xəyal səhv yerdə alınır. O biraz daha qəliz kimi gəlir. Mən düz çəkmirəm xəyalı. Sizin dediyiniz həmin o metodikalar, xüsusi metodikaların sayəsində artıq uşaqlar tez bir zamanda mənimsəyirlər. Hə, əslində təcrübənizdə əminəm ki, heç vaxt fizikanı başa düşməz dediyiniz bir şagirdiniz olub ki, ən qısa zamanda uğur əldə eləmisiniz onunla. Məndə çox elə şagirdlər olub ki, hətta mesajların çoxunu paylaşmıram. Yazırlar ki, mən bir ay qoşulmuşam sizə, çox böyük irəliləyiş əldə eləmişəm. Hansı ki, ikinci şansa da mən şagirdlər hazırlaşdırıram və ikinci şansda çox böyük sual artımlar eləyirik. Hansı ki, birinci şansda başqa müəllimin yanında hazırlaşan 11 dənə yazan şagirdi ikinci şansda yalnız bir ay müddətində hazırlaşdırmışam və sürətli bir şəkildə keçmişəm. Bölmələri 23 dənə yazdırmışam. Ümumi olaraq istəyəcəm bir pedaqoq olaraq Azərbaycan gəncləri haqqında fikir bildirəsiniz ki, bugünkü gənclərin elmə marağı, elmi düşüncə qabiliyyətini necə görürsünüz? Elmə düşüncə qabiliyyəti məncə get-gedə elmə maraq daha da artır. Əvvəllər belə deyildi, get-gedə daha da artır. Çünki demək olar ki, artıq hər kəsin əhatəsində oxumuş insanlar var. Hər bir ailədə bir nəfər də olsun universitet oxuyur, ya da ki, qohum-əqrabada baxırlar, deyirlər ki, ayla, mən də oxuyum, mən də hazırlaşım. Məncə indi daha çoxdur. İstənilən halda təhsil mütləqdir, vacibdir və olmaq istəyir. əlbəttə, hər kəs istəyir, hər birimiz istəyir ki, uğurlu insan olaq. Valideynlər də hazırlaşdırır uşağı, məsələn, 5-ci sinifdən, 6-cı sinifdən müəllim tuturlar, hazırlaşdırırlar. Valideyn mənə elə gəlir ki, istiqamət verir. Valideyn düzgün istiqamət verir. İndi sonra uşaq özü hansı yolu tutur, özü bilir də seçimini. Hə, indi bir qonaqlar üzərində danışır, istəyirəm bizə də danışsınlar. Biz də işte görürlər, danışır. 6-cı sinifdən danışırıq. Müəllimə deyir tezdir. Mən də deyirəm bəlkə təməli daha yaxşı olsa daha yaxşı olar. Mən düşünürəm ki, 5-ci, 6-cı sinifdə axı əsas fənn deyil fizika. Deyil. Yəni riyaziyyatdır, Azərbaycan dilidir. Bunlar əsas fəndir. Məncə də məktəb dərslərinin oxusular kifayət eləyir 5-ci, 6-cı sinif son elə 2 il hazırlaşdılar 8-dən yaxşıdır əslində. 8 də tam yox, 9, 11, mən tək 11-ci sinifdə hazırlaşmışam. Əslində bizim dövrümüzdə, biraz da bir yaşım artırır. Bizim dövrümüzdə axırıncı 2 il hazırlaşırdılar, 10-11 və 9-10 belə 2 hazırlaşdım. yaxşı nəticə göstərirdi bizim Mən öz dövrlərimiz. qızımı yarımcıdan hazırlığa qoyuram. Hə, indi artıq uşaqlar 1-ci sinifdən hazırlığa Biri gedirlər. yarımcı, biri 6, amma da 6 ildir biz rektor yanına müraciət edirik. Bu reallıq, acı reallıq. Yoxdur ona Birdən görə. amma deyirlər ki, ay bala, uşağı qoyun uşaqlığını yaşasın da. Düzgün Bağçaya yanaşma. qoyandan 4-cü, 5-ci sinifdən uşaq ingilis dili öyrən, rus dili öyrən. Bu uşaq bir oynasın, gülsün, danışsın. Düzdür. Bir sual vermək istəyirəm ki, fizika fənnindən imtahanlarda şagirdlərin ən çox rastlaşdığı çətinliklər hansılardır sizə görə? İmtahanlar zamanı. İmtahanlar zamanı ən çox yaranan çətinliklər stressdir. Doğru, o stres inanın ki, 3-ün üzərinə 2 gəlir, yazır 7-də. O stresə görə elə yazanlar da var. Hansı ki, bu stresin aradan qalxmaq üçün mən şagirdlərə bir şey məsləhət görə bilirəm ki, psixoloq dəstəyə də ala bilərlər.
Amma ki sınaqlara çox getsinlər. Əlləri Hansı ki, öyrəşsin. məsələn, necə birbaşa salım bunu? İlk efirə gəlmək həyəcanı var, bir də öyrəşirsən də efirlər artıq, o var bir də. Təsəvvür edin ki, ilk dəfə də aparıcılıq eləyirsən. Düşünün ki, Sevinç xanım, bir də Mənzurə xanım. İlk efirə gələn və efirlərdə hər gün olur. Çox rahatdır. Sizə bir dənə söz deyim. Hayca. Amma belə indi belə öyrəşmişik də, amma o ki səhnəyə çıxırıq, məsələn orada Məsuliyyətdir, o, həyəcan deyil. Hər zaman, yəni heç kim deməsin ki, lap illərlə oxuyan xalq artisti olsun, əməkdar, təzə çıxan hamı o stresli, həyəcanlı nədir? Bax, onu yaşayırıq ki, indi illərlə o səhnədə oxumuşuq da, oturmuşuq. Amma istər-istəməz ki, adımı çəkirlər, məsələn, filan kəs gəlsin, orada bir həyəcan keçirirsən. O məsuliyyətdir. Mən özüm də, məsələn, el şənliklərində ara sıra o el şənliklər dəvəti qəbul edirəm və sanki hər gün 7 gün efir aparıram və milyonların qarşısında heç həyəcan sıfır. Amma el şənliyində, bilmirəm, insanların enerjisi olur, hamı belə bir tərəfdən baxır. İnsanlar baxsan ki, üzvə baxmır da, yəni geyiminə baxır, dirək qabına. Sifarişlər ki, bunu denər, Məncə o bunu məsuliyyətdir. Məncə o məsuliyyətdir ki, biz həyəcan keçirdik. Əlbəttə. Çünki sizin sözünüzdə demək olar ki, siz bütün 400 nəfər adamı idarə edirsiniz. Siz, biz. Orada hərənin bir avazı var, hərən ağlı bir cürə kəsilir. Yəni onları biz yığıb hamısını cəmləşdiririk. Onu bir qaydada istəyirik ki, normal olsun da, hər şey səviyyəli şəkildə olsun. Həqiqətən də kənardan baxıb bizim işimizdə, sizin işinizdə asandır deyən var və səhnəyə çıxdı, Mənzurə xanım görünə gözəl parıldayır düşünən insanlar var ki, əmin olun heç bir iş asan deyil. Həqiqətən o parıltının arxasında çox böyük bir əziyyət durur, çox böyük bir zəhmət durur və bütün işlərin arxasında o icebergin görünməyən hissəsi var. Ona görə hər bir işin öz çətinliyi var, dəyərli izləyicilər. Hətta bizim bir koordinatorumuz var idi, deyirdi ki, mən televiziyaya gələnə qədər düşünürdüm ki, elə efir aparmaqdan ibarətdir. Deyir, sən demək, efirə qədər nə mərhələlər var imiş? Həqiqətən də efirə qədərki mərhələlər daha çətindir. İstəyəcəm, bax, fizikadan söz düşmüşkən, olubmu təcrübənizdə, Nərmin xanım? Məktəb vaxtı fizika ilə arası olmasın, fizika fənlə barışmasın, amma yanınıza qəbulları gələn sonra fizikanı sevsin. Çox olub, vallah billah çox olub. O artıq müəlliməsini sevir, sonra fizika. Çox olub. İlk dərsdən belə yazırlar ki, müəllimə mən heç vaxt bu qədər maraqla qulaq asmamışdım. İlk müəllimsiz ki, bu qədər maraqla qulaq asıram. Hətta bizim bəzi dərslərimiz olur. Vaxtımız olanda oturuq şagirdlərlə əhatəli danışırıq. 4 saat yarım belə dərs keçmişəm. Bir dəfəyə 4 saat yarım. Uşaq deyir ki, müəllimə, indiyə kimi heç bir müəllimin mən hazırlığında bu qədər vaxt oturmamışam. Çox maraqlı. Dərsə maraq qatmaq lazımdır, sıxıcı izah eləmək olmaz. Çünki mən özümü qoyuram onun yerinə. Oturub sıxıcı danışır, baxıram, adam sıxılar. Məsələn, siz verilişi çox maraqlı aparırsınız. Verilişi maraqlı aparmaq var, bir də sıxıcı aparmaq var. Sıxıcı aparan aparaca heç kim baxmaz. Mənim əslində suallarım yekunlaşıb, dəyərli redaktorumuz. Siz həmin o sualları qeyd edin, mən onları da ünvanlayım, problem deyil. Amma mən dəyərli izləyicimizdən qeyd eləmək istəyirəm ki, qonaqlarımızın monitorun aşağı bölümündə koordinatları gedir, informasiyaları gedir, həm sosial şəbəkə ünvanları, həm əlaqə nömrələri qeyd olunur. Mənim əlimdə hazırladığım həmin o suallarım yekunlaşdı. Siz suallarınızı elə özlərinə ünvanlasanız daha gözəldir. Proqramımızın yavaş-yavaş sonuna doğru çatırıq. Mən istəyəcəm hər birinizdən sonda fikirlərinizi bildirəsiniz. Sevinç xanımın hazırladığı o gözəl tortun birlikdə komanda olaraq dadına baxacağıq. Qonaqlarımız da fikirlərini bildirəcək. Sevinç xanım, çox xoş oldu sizi tanımaq. İşlərinizdə uğurlar arzularam sizə. Çox sağ olun. Mənim üçün də çox xoş oldu ki, sizinlə, hər birinizlə tanış oldum. Təşəkkürümü bildirirəm sizə, MTV kanalına. Dəvətiniz üçün çox sağ olun. Bəli, təşəkkür edirəm. Dəvətiniz üçün. Çox məmnun oldum. Mənim üçün çox xoş oldu. Hədəflərinizi çatasınız. Hədəfləriniz çatanda biz də hər zaman yanınızda olaq. Dəstək olaq əlimizdən gələn qədər. İnşallah televiziyada iştirakınız da sizin üçün həyatınızda, karyeranızda çox böyük bir tramplin, böyük bir irəliləyiş, uğur olmuş olsun inşallah. Çox sağ olun. Gənc və bir o qədər də uğurlu bir pedaqogsunuz. İşlərinizdə uğurlar arzularam sizə. Çox sağ olun. Sonda şagirdlərinizə də bir istəyəcəm. Dəvətiniz üçün təşəkkürlər. Şagirdlərimin imtahanı iyun ayının 1-idir. Nəticələrini paylaşacağam. Onlara uğur arzulayıram buradan. Həyəcanlarını açsınlar. Bütün abituriyentlərə arzu edirəm bunu. Həyəcan olmasın. Rahat suallardan başlayın. Ən əsası budur ki, rahat suallardan başlayın. Rahatı yazın, sonradan özünüzü artıq həyəcana atacaqsınız. Sizə də dəvətiniz üçün bir daha təşəkkür edirəm. Növbəti efirlərdə görüşərik. Sevə-sevə gözümüzdə yeriniz var. Atanıza, ananıza da ürəklərimizi, sevgimizi ötürmüş oluruq buradan.
Gülanə xanım, az öncə biz danışdıq autizm uşaqlarla bağlı konfranslar, tədbirlər. Sizi son dönəmlərdə çox tez-tez görürəm həmin o tədbirlərdə, konfranslarda və bu məni sevindirir həqiqətən də. Mən düşünürəm ki, biz o hər işdə əl-ələ verib daha böyük uğurlar qazana biləcəyimiz bir xalqıq. Çox dərin təşəkkür edirəm sizə dəvətinizi qəbul edib gəldiyiniz üçün, iştirakınız üçün. İstəyəcəm sonda sizdə həm valideynlərə, həm izləyənlərinizə, sevənlərinizə, bizlərə hansı tövsiyələri verərdiniz? İlk öncə dəvətinizə görə mən də təşəkkür edirəm. Xoş olur. Hər dəfə sizi artıq illərdir bir-birimizi tanıyırıq. Mənim üçün əzizsiniz, doğmasınız. Təşəkkür edirəm buna görə. Valideynlərimizə də daha ayıq-sayıq olmağı məsləhət görürəm. Problem varsa bunun həlli var. Yetər ki, düzgün diaqnoz, çünki düzgün diaqnoz artıq müalicənin yarısı deməkdir və vaxtında müdaxilə çox vacibdir. Problem varsa bunu çox gecikdirmədən dərhal mütəxəssislərə müraciət etsinlər və biz əlimizdən gəldiyinin də belə deyək artığını onların övladları üçün hər zaman edirik və etməyə də hazırıq. Birini də mən əlavə edeyim ki, bu mövzu o qədər həssas və bir o qədər də vacib mövzudur ki, peşəkar seçim, peşəkar mütəxəssis seçimi çox vacibdir ki, Gülanə xanım artıq uzun illərdir bu sahədə əmək sərf edir və artıq necə deyirlər, əl işləri də, peşəkarlığı da hər biri göz önündədir ki, kifayət qədər çox böyük uğurlar olan insandır bu sahədə. Mənzərə xanım, çox xoş oldu sizi yenidən görmək. Dünya gözəli Gülnar xanım. Gülnar xanım. Sizin yanınızda mən kölgədəyəm, Mənzərə xanım. Xahiş edirəm. Mən kölgədəyəm sizin yanınızda. Allah sizə can sağlığı versin. Hər zaman elə səhər açılanda sizi efirdə görək, məclislərimizdə görək. Təşəkkür edirəm. Aparıcı kimi çox gözəl, yəni məclis aparırsınız. Sizə uğurlar arzulayıram. Həm verilişiniz, həm də aparıcılığınız super. Can, təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun, minnətdaram. Siz tez-tez gəlin. Biz sizi görməyə də çox darıxırıq. İstər tək gəlin, istər duet ortaqlarımızda. Sizin ümumiyyətlə adınız varsa orada, elə duet ortaqlarınız da ən qısa zamanda parıldayacaqlar. İnşallah. Təki hər zaman qədiriniz bilinsin. Gələcəm, %100 söz verirəm. İnşallah, sevə-sevə. Gözünüzdə yeriniz var. Sonda izləyicilərinizə, sevənlərə fikirləriniz varsa buyurun. Sonda sizin ifanızı canları sağ olsun. Başqa bir şey yoxdur. Ancaq can sağ olanda hər bir şey eləməyə həvəs olur. Eynən. Özünün də, övladlarının da canı sağ olsun. Elmə marağımız olsun. Bugün də bir çox mövzulardan danışdıq. Yeni dəyərli dostlar tanış olduq, tapdıq onları, peşəkarlığını kəşf elədik və izləyicilərimizi istiqamətləndirməyə çalışdıq. Bugünkü qonaqların xüsusi xoşuma gəldi. Çox gözəl, özün gözəl, qonaqlar da gözəl. Siz də onların xoşuna gəlmişsiniz, əmin olun. Siz də hər zaman bizim xoşumuza gəlirsiniz. Bir də ki, sizin ifanızla günümüz gözəl başladı, sürətli keçdi, məhsullar keçdi. Sizin ifanızla günümüz bugünlük yekunlaşsın. Səhnəyə zəhmət olunsa gəlməyinizi xahiş eləyəcəm. Hər biriniz, Sevinç xanım, sizə, Nərmin xanım, dəyərli Gülanə xanım, hər birinizə, Mənzurə xanım, təşəkkürlərimi bildirirəm. Bugünlük bu qədər. Sonunda dəyərli Mənzurə xanım Musayevanın ifadəsindən proqramımız bugünlük yekunlaşır. Xudahafiz. Gel bir olaq, eşq oduna alışaq. Bir ürəkdə məhəbbətlə buluşaq. Gizli-gizli sevgimizdən danışaq. Bu sevgini bir mən bilim, bir də sən. Bu sevgini bir mən bilim, bir də sən. Yaşayaq bu həyatı duyunca, xoşbəxt olaq bir ömür boyunca. Hara getsən gələrəm dalınca. Bu sevgini bir mən bilim, bir də sən. Gəl yaşayaq bu həyatı duyunca, xoşbəxt olaq hara gitsen gələrəm dalınca. Bu sevgini bir mən bilim, bir də sən. İnan səni hər zaman gözlədim. Bu sevgimi
sevgini bir mən bilim, bir də sən. Gəl yaşayaq bu həyatı doyunca, xoşbəxt olaq bir ömür boyunca. Hara getsən gələrəm dalınca, bu sevgini bir mən bilim, bir də sən. Gəl yaşayaq bu həyatı doyunca, xoşbəxt olaq bir ömür boyunca. Hara getsən gələrəm dalınca, bu sevgini bir mən bilim, bir də sən.